amma fərqi yoxdur da zaten hamıda eyni suallar idi. Gəlin hamısına baxaq. Hamısına baxaq deyəndə bu informatika məlumatı izah eləyər. Başlayaq 46-cı sualla. Mən sırayla gedəcəm. Ola bilər ki, kiminsə hansısa sualda nəyisə problemi olsa, başa düşməsə filan chat hissəsinə yazar zəhmət olmasa. 46 təkrar sual idi. Gəlin hətta bir yerdə müzakirə edirik ki, nə çətinliyin asanlığı bağlı təkrar və asan suallardan biri idi. Nə yazıb burada? Rəşadın pulu Turalın pulundan 8 manat çox idi. Uşaqlar çox rahat qiymət verə bilərsiniz də. Rəşadın pulu Turaldan 8 manat çoxdursa, məsələn, belə bir qiymət atıram. Bu olsun 10 manat, bu da olsun Turaldan 8 manat çox idi, 2 manat. Deyir ki, Rəşad Turala 6 manat bağışladı. Bundan 6 manat aldım, verdim bura. Bunun özü nə qədər qaldı? 4 manat. Axı Turala bağışladı. Turalda 4 manat artdı. 6 manat artdı, oldu bu 8 manat. İndi kimin pulu çoxdur? Turalın pulu çoxdur. Təbii ki 4 manat. Çünki birində 8, birində 4 manat pul var. Deməli Turalda 4 manat, o da C variantıdır. 46 aydın oldu hamıya. Təkrar sual idi. Soruş olaraq 47 rahat deformasiya. Yəqin ki çoxunuz yazmısınız. 47 ilə bağlı sual olan var. Yoxdur. Gəldik 48-ə. 48 də təkrar sualda 2009-un 2010-un qəbulların içində birində var, köhnə qəbullarda. Baxın, nə qeyd edilib burada? Ədədlərdən hər ikisi 1-dən böyük 60-dan kiçikdir. Hər ikisi 3-ə qalıqsız bölünür, hər ikisi təkdir. Bu şərtlərdən mən belə nəticəyə vardım ki, 1-60 arası 3-ə bölünən tək lazımdır. Bəs bunlarda nə qeyd edib? Yazıb ki, rəqəmləri cəmi 4-dən böyükdür bu ədədlərin hər birini. Rəqəmləri cəmi 4-dən böyük olmalıdır, 8-dən kiçik. Növbəti şərtdə də yazıb ki, rəqəmlərin hasili də həmçinin 4-dən böyük olmalıdır, 8-dən kiçik. Həm rəqəmləri cəmi, həm də rəqəmləri hasili bu arada olmalıdır. Bəs yaxşı, bu arada görüm hansılar var. Birinci mən nəyə nəzər almalıydım? 3-ə bölünən tək. 3-ə bölünən tək 3 sözü var, 9 var, daha sonra 15 var, daha sonra nə bilim 21 var, 27 var, 33 var. Bu qayda ilə gedirik də. Amma mən digər iki şərtli ödəməliyəm axı. Digər iki şərtli ödəyən yoldaşınız üzrəyir. 15 və 51-dir. Niyə 15-dir? Çünki baxın, 3-ün rəqəmləri cəmi 4-ü keçmir. Bu getdi. Daha sonra 21 4-ü heç keçmir. 27 8-dən çoxdur. 3-ü çavuranda 8-dən çoxdur. 9 8-dən çoxdur. Amma 15-ə baxın. Həm 1 üstə 5 6 eləyir. Bu 4 8 arasındadır. Həm də 1 vur 5 5 eləyir. Bu da yenə 4 8 arasındadır. Deməli, həm bizdə cəmi, həm də hasili 4 8 arasında olan hər şeyi ödəyən bu 15-in özüdür. Sonra biri 15-dirsə, o biri də hər şey ödəyən bunun tam tərsi olacaq. Biri 15-dirsə, o biri də tərsi olmalıdır. 15 və 51. Bizdə ədədlər bunlardır. Və deyək ki, onların cəmini tapın. 15 üstə 51. 15 plus 51, bu da olacaq 66 B variantı. 48 ilə bağlı sual olan. 48-i bildik. 49 da 50 də hər ikisi təkrar və rahat suallar idi. Gəlin ikisinin üstünə qısa keçək. 49-a baxsaq, burada qarı ağ olan küncləri hərəkət edir. Baxın, sol yuxarıdadır, sol aşağı düşdü, sağ aşağı keçdi, sağ yuxarı keçdi. Onda bu növbəti də sol yuxarıda olmalıdır. Ona əsasən, baxın, bizdə A variantı getdi, B variantı getdi. Ağ olana fikir versəz isə, ağ da sol tərəfdə yuxarı aşağı gedir, amma yarım-yarım. Baxın, solda, aşağıda, ortada, sonra yuxarıda. Yenə ortada, indi düşəcək onda aşağı tərəfə. Sol aşağıda olmadısa, sol aşağıda olan o da D variantıdır. 50 də rahatda bir dəfə saat əqrəbi istiqamətinə döndərik. Yəqin bunu hər biriniz yazmışdı. Bunu bir dəfə saat əqrəbi tərəfə döndərsə, bu olacaq A variantı. Bu iki sual hər ikisi təkrar idi və hər ikisi asan suallar idi. Gəldik 51. 51 uşaqlar, hə, təzə sualdır və nisbətən orta səviyyəli suallardan biridir. Əslində sualın şərtini düzgün oxusanız rahat tapmaq olur, amma orada o həyəcanı ona görə görmək də var. Baxın, deyir ki, 5 dənə rəfdir. 1-ci rəf, 2-ci rəf, 3-cü rəf, 4-cü rəf və 5-ci rəf. Bu rəflərlə bağlı hər birinə 2 dənə bəzək əşyası düzülüb. Hər birinə 2 dənə bəzək əşyası olmalıdır. Və orada qeyd edib ki, sol tərəfdə bizdə qızıldır, sağ tərəfdə isə gümüş olmalıdır. Biz bunların hər birini bilməliyik. Baxın, burada mən sol tərəfə bax, nə yazıb? Yazıb ki, hər rəfə 2 bəzək əşyası yerləşdirir və qızıl olan sağdadır, gümüş solda. Baxın, qızılları biz sağ tərəfə yerləşdirməliyik. Qızıl sağ tərəfə, gümüş də sol tərəfdir. Qızıl burada, gümüş də burada. Bəs bunlarla bağlı nə qeyd edib? Qeyd edib ki, eyni bəzək əşyası eyni rəfdə qoyulmayıb, aralarında ən azı bir rəf var. Bu söhbətə gələcəm, çünki sualın cavabı buradan çıxır, bura qaytarıq. Qızıl boyunbağı 1-ci, qızıl medalyon isə 4-cü rəfdədir.
Baxın, qızıl boyun baxın, birinci rəfə qoyuram. Boyun bax, bu burada olur. Sonra qızıl medalyon isə dördüncü rəfdə. Medalyonu da bura qoyuruq. Medalyonu da apardıq, qoyduq bura. Daha sonra qeyd edib ki, gümüş medalyon və qızıl saat eyni rəfdədir. Qızıl qol saatı. Gümüş medalyon və qızıl qol saatı eyni rəfdədir. Medalyon və saat. Bunu mən yerləşdirəcəm. Sonra bunu yerləşdirəcəm deyəndə gəlin elə yerləşdirməyə çalışaq. Baxın, bunlar ikisi bir rəfdə olmalısa, təbii ki, bu dördüncü rəf ola bilməz. Çünki dördüncüdə yeri yoxdur da. Bu necə qoyacaqsınız ki, bura? Birinci də ola bilməz. Və bu şərtə qayıdın. Onların arasında ən azı bir rəf var. Onların arasında ən azı bir rəf varsa, medalyon buradadırsa, onda mən medalyonu nə 5-ə qoya bilmərəm, nə də 3-ə qoya bilmərəm. Çünki aralarında bir rəf olmayacaq. Bunlar ardıcı rəfdə olacaq. Onda elə mən qızıl medalyonla gümüş saat, doğrusu gümüş medalyon, qızıl saatı hara qoya bilərəm? Bunları ancaq qoya bilərəm ikinci rəfə. Saat da burada. Bizə də nəyi soruşur? 2-nin sol tərəfində hansı bəşək əşyası? 2-nin sol tərəfində hansıdır? B variantıdır. 51 ilə bağlı bəs sual olan. Yaxşı, bunu da bildik. 52-ni tapan var idi aranızda. Şöyle 52-ni kimsə tapmışdı. Mən tapmışdım müəllim. Necə olacaq deyə bilərsən? Birinci tərəfi 3-ə bölmüşdüm. Sonra 2-yə vurub çıxmışdım sağ tərəfdən. Deyəsən elə idi. Yoxsa Düzdür, Ayşə, düzdürsən. Sonra burada birinci tərəfi 3-ə bölüb ikincidən çıxır. Baxın, qayda belədir. Olduqca çətin sualdır. B çıxılsın, 2 vurulsun, A böl 3. Onda burada olacaq belə bir şey. 20-dən çıxacaq. Baxın, 20 çıxılsın, 2 vurulsun, 3 böl 3. 20-dən çıxacam, 2, 18 edəcəm. Məsələn, o birləri yoxlasaz, 44-dən çıxmalıyam, 2 vurulsun, 15 böl 3. 44-dən də 10 çıxanda 34 eləyəcək. Buradan bəs sual olan. Yaxşı, getdi irəli. 53 rahat idi. Yəqin ki, çoxunuz yazmışdı. Baxın, buradan bura 5 artıb, sonra 4 artıb, sonra 3, sonra 2. Burada da onda 1 artar da, bu 29 eləyər. Həmçinin burada da mən görmürəm. Buranı görürəm ki, 3-dür, bura 2-dir, bura 1-dir. Onda bura 4, bura 5 olar da. 2 üstə 5, 7, 7 üstə 4, 11. Deməli, 7 ilə 29-un fərqini soruşur, 22 eləyəcək Y variantı. Buradan bəs sual. 54. Deformasiya şöyle rahat deformasiya idi. Yəni, yenə də baxaq. Burada əgər diqqətli baxsaz, bu 1-dir, sonra bu 4-dür, bu 2-dir, sonra bu 3-dür, bu 2-dir, bu 3-dür, bu da 3-dür. Digər tərəfdən bu 2-dir, bu 3-dür, bu 1-dir, bu 4-dür, bu 3-dür, bu 2-dir, bu da 3-dür. 1-in bağlandığı 4, bu K-dır, bağlandığı da M-dir. Sonra fikir versəz, orada 2 nədir? Bu ancaq 3-3-ə bağlanıb. Bizə də ancaq 3-3-ə bağlanan tapmaq lazımdır. Çünki digər 3-ə və 4-ə bağlanıb. Baxın, 4-ə və 3-ə bağlanıb. 3-3-ə bağlanan x-i də bunu P götürsən. Digəri də onda bizdə bu da N-dır. N-nın bağlandığı 3 lazımdır bizə. N-nın bağlandığı 3, o da fikir versəz, 7 burada R-ə bağlanır. Deməli, burada R-dir. Cavabımız olacaq P-R. Yəni Y variantı. 54-dən bəs sual. Yenə deyirəm, şu an mən sıralı gedirəm, kimin harada problemi varsa desin. 55 rahat sual idi da, yəqin ki, hamınız yazmışsınız, üst-üstə qoyub eyniləri silir. Burada da cavabımız eyni yoxluq olacaq B variantı. 56. 56-da biraz qarışıq idi. Bu heç, bu çıxmadı, bu da bölmədir. O biraz adamı çaşdırır ki, bu nədir? Çünki versiya çoxdur orada. Olaşlar, bir dənə bu sıraya baxın, buradan rahat görə bilərsiniz. 13-dən 4 çıxanda 9 eləyir, 36-nı 4-ə böləndə 9 eləyir. Bunlar hər ikisi 9 elirsə, onda bu da 9 eləməlidir. Yəni, mən bildim ki, 23 ilə 16 eləməlidir, 34 ilə 11 də 9 eləməlidir. O biri versiyada buranı düz gətirmir. Bəs nəymiş əslində? Uşaqlar, burada əslində qaydası rəqəmləri cəmi imiş. Sadəcə rəqəmlərinin cəmi. Fikir verin, 2 üstə 5, 1 üstə 0, 1. 5 üstə 1 də 6 eləyir. 3 üstə 4, 7 buradan, 1 üstə 1, 2 də buradan. 7 üstə 2 də 9 eləyəcək. Yəni, kvadrat operatorunda oradakı rəqəmləri toplamaq lazım imiş. O zaman mən gəldim bura, bunu həll eləsək. 18, bunun rəqəmləri cəmi 9, 1 üstə 4, bu da 5. 9 üstə 5, bu da olacaq 14. Rəqəmləri cəmidir də. 3 bucaq 2, dairə 6. 3 bucaq neyinir bizdə? 3 bucağa fikir verirsiniz. 3 bucaq bizdə çıxırdı. Onda mən bunları çıxdım. 12, dairə 6. Dairədə bölürdü axı, bölsəm olacaq 2. O da B variantı.
Bu verilənlər sizə çaşdırmaq üçün verilmişdir. Öyle çoxunu da çaşıb burada. Şuraların çoxu bunu səhv yazmışdır. 56 ilə bağlı sual. Sonra 57. Ümidvaram ki, bu səfər artıq yazdınız bunu. Yaza bilmişdiniz 57-ni, çünki rahat yolun demişdim, burada da alınırdı. Kim yazmışdı 57-ni? Mən yazmışdım. Uşaqlar, kim əgər ikinci cəhd dərslərində olmayıbsa və ya həmin dərs olmayıbsa, burada gəlin rahat yolunu deyim də. Birbaşa qatılana və asan olana baxın. Fikir verin, bu dairənin bu tərəfdə kəsiyi tərəfi çölədir. Onda qatılanda da burada kəsiyi tərəfi çölə olmalıdır. Kəsiyi tərəfi çölə olması elə bil o dilim tərəfi də. Fikir versəz, A-da bu içəridir, sonra B-də içəridir, bunlar çıxdı. Heç burada dairə yoxdur, yerində səhv verilibdir. S ilə Y ola bilər. S ilə Y-də trapesiyanın fərqinə baxaq. Baxın uşaqlar, trapesiyanın uzun tərəfi içəri baxıb, qısa tərəfi çölə baxıb. Y-də amma baxın tərsinədir. Uzunu çölə baxıb, qısası içəri baxıb. Uzunu içəri baxıb, qısası çölə. Cavabımız olacaq C variantı. Yəni burada birbaşa qatılana və rahat olan fiqurlara baxsaz, çox rahat formada tapa bilərdiniz. Buradan sual olan. Bunda yazılmışıq çoxumuz. Gəldik 56. 56 da nisbətən rahat suallardan biridir. Sağ aşağı küncdəki böyüyür. Baxın, üçbucaq böyüdü, dairə böyüdü, düzbucaqlı böyüdü. Ovalı böyütməliyik. Oval oldu belə bir şey. Sol yuxarı küncü isə, daha sonra fiqur isə sol aşağı küncə düşür, böyük fiqur. Baxın, kvadrat düşdü bura, üçbucaq düşdü bura, dairə düşdü bura. Düzbucaq düşəcək bunun sol aşağı küncünə. Düzbucaqlı da sol aşağı küncünə. Oval orada, düzbucaqlı burada, onda D variantı çıxdı, o da cavab A variantıdır. Buradan sual olan. 59. Buna uşaqlar, qrupların çoxunda bunu deməmişdim, çünki üçbucaq saymaq çox da düşmür. Düzdür, atdığım ənənəvi qruplarda demək olar hamı görmüşdür, çünki orada 1-2 testdə işləmişdik bunu. Amma yəqin ki, onlayn qrupda çox ilk dəfə imtahanda gördü. Dövlət qulluğundan qəbul sualıdır bu. Dövlət qulluğunda çox düşür belə sual. Amma magistr imtahanında birinci dəfədə düşürdü. Sayı tapa bilmişdiniz bunu, çünki onsuz da bir izahı yoxdur. Yəni özünüz saymalısınız. Sadəcə ilk dəfə görürsünüz deyə bir qəribə gələ bilir. Baxın, sayıb tapmağa çalışsanız, mən üç bucağı sayıram da. Baxın, biri burada. Bu 1. Burada 1. 7 dənə deyil, yazın, 9 dənə idi. Bunu xüsusilə işləmişdik. Burada fikir verirsəniz, bu 2. Burada da 3. Çox adam bunu 7 yazıb, bu böyüyü görməmişsiniz. Bu yaşından çəkdiyimi. Sonra 3 dənə buradadırsa, demək ki, 3 dənə də buradadır. 3 oldu 6. Bəs o birlər haradadır? 7-cisi bu, 8-ci bu balaca. 9-uncusu da baxın burada. Axı 7-dən olmadı, 9-dan oldu. Deməli, 3 bucağın sayı 9 dənədir. Yadınıza qalsın, bunların heç vaxt ümumi yolu yoxdur. Bunlar gəlir özünüz əllə sayasınız ki, nə qədər var orada. Yəni, hər sualda özünüz baxmalı olacaqsınız sonsuzda. Buradan sualı olan 3 bucaq sayma ilə bağlı. Aydın da hamıya hər şey. Yaxşı, davam edelim onda. 60, yəni sizə 1 bal yazasınız deyə verilmiş suallardan biri idi. Həqiqətən demin haqqına girməyə belə çox asan suallar da çalıblar, arada 4-5 dənə. Fikir versəz, bir qiymət, 1 bal artıb da, məsələn, x2 olanda 23 olub. 3 olanda 4 olub, 4 olanda 5 olub. Yəni, çox rahat sualdır. 112 olanda bu 113 olur. Amma tərsinə y67 olanda 1 çıxırsa 66 olur. 113 66 da A variantıdır. Buradan bəs sual. Davam edək. Bu biraz şuralar şərti qarışıqdır. Əslində amma rahat şifrə sualıdır. İnşallah ki, 60 yox, 61 deyirdim də. 60 necə səhv yazmağa başlamışsan? Necə, nə yazmışdın ki bu 60-da? Y 67, elə bir ki, nəsə, nə bilim, səhv yazmışam da, bilmirəm. İndi başa düşdüm ben. Bəli, bildim. Rahat sualdan ona görə dedim. Gəldik şöyle bura. Burada adi şifrədir. Yəni o biz bir dəfə yazmışdıq 2020-nin sınağında olanı. Orada çətindir, amma burada onun kimi deyil. Nəysə bu soru uyğunlaşdıraraq gəliniz bunlara baxaq. Bu onun kimi deyil. Bu sadə formasıdır. Adi şifrədir. Yəni sırası falan da hər şey düzdür. Bax adi diqqətsiz eləmirsən, nar görsən də. Axı 67-dirsə y1-in az olmalıdır, 66 olmalıdır. Boş-boş bir balımız gedir. Burada adi şifrədir. Məsələn, birinci ilə, ikinci ilə, özdəki sıralıdır. Yəni hər şey düzdür, heç sırası pozulmuyor. Bizim orada yazdığımızda sayına əsasən. Burada amma sayına əsasən deyil. Məsələn, burada fikir verirsiniz, 2 dənə S var, burada da 2 dənə skelet var. Onda bu skeletlər bizdə olmalıdır, təbii ki, S hərfi. Belə uyğunlaşdırıb gedirik, hansı nədir? Mən yəni tapdım ki, bu skeletlər S-dirsə, onda o bir üçüncü sırada qalan bu da F-dir. Yaxşı, bura S-dir, buranı da S-sini yazdım. S, F-dirsə, onda bu sırada, baxın, Y, S, F-dir. Bura Y, burada D.
Daha sonra o birlərə baxsaq, o birlərə gələndə Y, S, F, D-dirsə, mən baxacağam hansını tapa bilərəm. Şu an üçbucaq Y-dirsə bunun axırı Y-dir. Axırı SY ilə bitən. Axırı SY ilə bitən o AB-dir. A, B, S, Y. Bəs o birlər nə qaldı orada? Bu da B, A, C, K. B, A, C, K. Hər birinin şifrəsini tapdıq. Burada baxın axırda 2 dənə üçbucaq var. 2 dənə də K var. Onda bunlar K-dır. Bu da Y-dir. Şu axırı Y ilə bitən onda bu S, E, J, Y-dir. S, J. Sonra bu Y-dirsə burada Y-dir. Axırı YK ilə qutaranında bu JC-dir. JC. Və digər tərəfdən bir dənəsi qaldı. Onsuz bu da FADıq-dır. F, A, D, K. Bunu da bildik. Bəs burada elə J-lardan baxa bilərsiniz. 2 dənə J var. Onda bu J, bu da J-dır. Bu L-dır. Daha sonra burada 2 dənə S var. S, S, onda bu K-dır. Digərini tapsaq, onda bu K-dır. K ilə başlayan D ilə bitib. Sonra D ilə başlayan B ilə bitib. Eyni ilə başlayıb bitən bu da A-dır. A, J, C, A. Buna qədər sualı olan. Müəllim, mənim sualım var. Hə, Mən deyəcəksin. ümumiyyətlə şərti mən oxudum, əvvəlcə şərti başa düşmədim. İkincisi də ki, burada məsələn bu üçüncü hissədə 2 dənə, bir tor var, bir də 2 dənə üçbucaq var. Belə çıxır ki, sıra ilə olmalıdır. Hə, J'lər Hə, ikinci. sırası pozulmur. Sırası eynidir. Sırasını pozmayın. Fikir ver. Yəni axırda 2 dənə K vardı, axırda 2 dənə üçbucaq, məsələn bunlardır. Onda mən bu çox asandır ki, amma şərt mən Hə, başa düşmədim. şərti o qədər qarışıq yazıblar ki, atmışdım da bunun videosunu sizə. Şərti oxuyub heç Rövşən bəy özü başa düşməz ki, orada nə yazılıb. Bildim Deməyin, mən. məntiq üzrə baş ekspertidir. Bildim Yəni mən. özü Çox sağ başa olun. düşməz ki, orada nə yazılıb, heç izah edə bilmədi. Başa Başladı düşmədim variant mən də, oxumağa. nə qədər oxumuşam. Şərt amma sadəcə deyir ki, yəni, adi şifrədir, sadəcə yoxunlaşdırın. Şərtlər budur, başqa şey demir. O qədər söz yığını yazıblar ki, bura. Tamamilə mənasız bu qədər söz yığını orada. İndi bizə sadəcə yoxunlaşdırmaq qaldı. Məsələn, baxın, deyir ki, hörümçək B olsun. Hörümçək B hansındadır? Hörümçək B olan baxın birincədədir. Deməli, bu elə A-ya uyğundur. Sonra açıq kilit J olmalıdır da baxın ikincidədir. Açıq kilit J buradadır. B bura getdi. I K olmalıdır. I ilə K olduğu bu deyəsən ikisinə uyğun gəlir. Hə, baxın bu həm burada uyğun gəlir, həm də burada. Yəni həm birincidə, həm üçüncüdə. Yəni C ikisinə gedir. Demişdik də bu ola bilər. Həm birinciyə uyğun gəlir, həm də üçüncüyə. Və digər tərəfdən bu operator təsdiq işarəsi C olmalıdır. O da baxın ikincidədir. Deməli D də bura gedir. Bu heç birinə uyğun gəlmir. Skeletin K olduğu yoxdur. Skelet burada L-dır, skelet burada D-dır, skelet də burada C-dir. Heç birinə düz gəlmir. Cavab belə olmalıdır. AC, BD, C. Bu da B variantıdır. 61 ilə bağlı bəs sual olan. Yaxşı, bunu da bildik. 62-ni yaza bilən var idi aranızda. 62-ni yazın. Yəqin ki, yox idi. Yazmışdım. Şolar, bunu mən deməmişdim. Bəli, Bu müəllim, dövlət qulluğunun yazmışdım. yazmışdınız Gəlir. mı? Biraz Bəli. qarışıq sualdır bu da. Dövlət qulluğunun qəbul sualıdır bu da. Burada nə baş verib bəs? Yazıb ki, Aysudur, Bikədir, Cəmlədir. Bunlar qutulara bayram sovqatı yığırlar. Nə yığırlar onu boş verin. Sadəcə qutuya nəsə yığırmışlar da. Deməli, Aysudur, qeyd edirik burada. Aysu, sonra Bikə, bir də Cəmilə. Bikə və Cəmilə. Bunlarla bağlı bəs nələr verilibdir? Aysu, Bikə və Cəmilə. Bunlarla bağlı verilib ki, Aysu Bikədən 2 dəfə az, Bikə də Cəmilədən 2 dəfə az vaxt sərf edir. Onda mən Aysu X desəm, Bikədən 2 dəfə az da Bikə olacaq 2x. Cəmilədən də Bikə də, baxın, Bikə də öz növbəsində Cəmilədən 2 dəfə az vaxt sərf edir deyə. Bunun da 2-yə böləcək olacaq 4x. Yəni Aysu məsələn birinə 5 dəqiqə vaxt itirirsə, Bikə 10 dəqiqə vaxt itirir, Cəmilədə 20 dəqiqə vaxt itirir. Sonra yazıb ki, Aysu ilə Bikənin hərəsindən tapşırıq var ki, sən 60 dənə qutu hazırlamalısan. Bu da 60 qutu hazırlamalıdır, bu da 60 qutu hazırlamalıdır. Amma Cəmilə isə 30 dənə qutu hazırlamalıdır. Və mən bura qeyd etdim, bu vaxtlardır. Bir qutu neçə dəqiqəyə hazırlayırlar. Sonra şolar, bu şərti axıra kimi oxusaz, görə nə yazılıb orada? Yazılıb ki, Aysu öz işini 3 saatda bitirdi. 3 saatda bu nə qədər qutu hazırlamalıydı? Baxın, 60 dənə. Görə onda Aysu qutunun birini neçə dəqiqəyə hazırlayır? Çünki Aysunu tapsam, bu bilər də avtomatik tapılacaq. Aysu əgər 3 saata 60 dənə hazırlayıbsa, mən orada onda görək bu nə qədər? 3 saat neçə dəqiqədir? 3 saat 180 dəqiqədir. 180 dəqiqəni qutunun sayına bölüm. Yəni 60-a bölüm. 180-i bölürəm 60-a, onda olur 3 dəqiqə. Mən belə başa düşürəm ki, Aysu qutunun birini 3 dəqiqəyə hazırlayır. Çünki 60 dənə qutu hazırlamalı toplam 180 dəqiqə vaxtını alır.
Deməli, bu nəyə bərabər oldu? Bu oldu 3 dəqiqə. Əgər uşaqlar bu 3 dəqiqə hazırlayırsa, bu da ondan 2 dəfə çox idi, axı 6 dəqiqə. Bu da bundan 2 dəfə çoxdur, 12 dəqiqə. Mən hər biri qutunun biri neçə dəqiqəyə hazırlayır artıq bilirəm. Bəs bizə nə deyir? Öz işini bitirdi və biçənin işini tamamlamağa kömək elədi. Bir dəqiqə, biçəyə köməyə gəlibsə görək biçənin bu gələnə qədər nə qədər qutusu hazır idi. Deməli, biçə bilirəm ki, birini 6 dəqiqəyə hazırlayır və aradan 3 saat keçir. Onda biçədə 180-i bölüm 6-ya görüm nə qədər hazırlayıb. Biçənin hazırladığı qutuların sayını tapsam mən, hazır olanların sayını tapmaq üçün. Vaxtı 180 dəqiqəni biçənin birini hazırlamaq üçün istifadə edib vaxtı 6-ya bölməliyəm. 180-i 6-ya bölürəm, olur 30 qutu. Əgər biçə 30 dənə qutunu hazırlayıbsa, onda biçə ilə qalan qutularının sayını tapım. Görüm ki, Sibel nə qədər hazırlamalıdır. 60 dənə deyildi. 30-unu hazırlayıbdı. 30 dənəsini çıxıram, yerdə qalır 30 qutu. Yəni bunlar ikisi köməkləşib 30 qutu hazırlamalıdır. Yaxşı, köməkləşsinlər. Görək neçə vaxt hazırlayacaqlar. Uşaqlar fikir versəz, bu 1-in 3 dəqiqə, Aysu 1-in 3 dəqiqəyə hazırlayır, biçə də 1-in 6 dəqiqəyə hazırlayır. Bəs bunlar ikisi bir yerdə, işte nə baş verəcək? Məsələn, 6 dəqiqəyə görək 3 dəqiqədə biri yarım hazırlayır. Heç gələk 6 dəqiqədə nə qədər hazırlayacaq? 6 dəqiqə ərzində Aysu nə qədər hazırlayır? Baxın, 1-in 3 dəqiqəyə hazırlayırsa, Aysu 6 dəqiqəyə 2 dənə hazırlayır. 2 dənə Aysu. Bu Aysudan gəlir. Aysu. Bəs uşaqlar biçə nə qədər hazırlayır? Biçə də bir dənə. Bir dənə də biçə. Onda ikisi bir yerdə 6 dəqiqəyə nə qədər hazırlayırlar? 3 dənə. 6 dəqiqəyə 3 dənə hazırlayırlarsa, mənə də bunların qalan 30 dənə qutunu hazırlamaları lazımdır. X dəqiqəyə də 30 dənə. X dəqiqəyə 30 dənə. Rahat görmək olur da zaten uşaqlar. Bunu ona vurubsa, baxın, bunu burada ona vurmuşuqsa, bunu da ona vururuq. Yəni x nəyə bərabərdir? 60 dəqiqə. 60 dəqiqə bunlar artıq bitirəcəklər. Çünki 60 dəqiqə Aysu 20 dənə hazırlayacaq, biçədə 10 dənə, 30 dənəsə düzələcək. Mən artıq bildim ki, bunlar 1 saat vaxt itirəcəklər. Bizdə nəyə soruşur? Aysu ilə biçə işlərini bitirəndə cəmilərlə neçə qutusu hazır deyildi. Şöyle 1 saat burada vaxt gedir, 3 saat da zaten Aysu'ya göre vermişdi. Arada neçə saat keçir? 3 saat, üstə gəlsin 1 saat. 4 saat vaxt keçib. Görək 4 saatda cəmlə nə qədər hazırlayıb? 4 saatda 240 dəqiqədir. Mən də həmin o 240 dəqiqəni bölürəm burada 12-yə. 240-ı 12-yə bölsəm, bu da neçə eləyəcək? 240-ı 12-yə bölsəm 20 dənə qutu hazırlaymış. 20 qutu. 20 qutu hazırlayıbsa neçə qutusu qalıb? Heç nə, çıxıram 30-dan 20-ni, bu da qalacaq 10 dənə qutu D variantı. Bu indi hamıya aydın oldu. Sualı olan. Biraz Müəllim, qarışıq amma sual. mən belə eləmədim. Neyləmişdin bəs sən? Mən elə bil ki, bir sahada Aysu birincisini hazırlayır, o birisi Hə, o onunla da olar. hazırlayır, Sən o sadə birisi də görə beşini tapırsan, mən qutuya hazırlayır. görə tapdım. Düz o da səhv deyil. Hə, yəni elə tapdım. Sonra buradan başqa sual olan var? Yoxdursa çünki davam edək. Yoxdur deyəsən. Rəhmə, hə, düzdür, çətindir. Gəldik 63-ə. 63-ə fikir versəz, şu an 63 amma rahat idi, əgər düzgün yerdən baxsaz. Bunu bölmə kimi baxmayın. Niyə bölmə kimi baxıb başınızı qarışdırırsınız? Birdən 2 çıxıb sıfır almayıb. Nədən 2 çıxanda sıfır eləyir? Ya ilə 2-dir bu. 2 ola bilmir amma. Çünki 2 yazsaz gərək L sıfır olsun ki, bura 2 eləsin. Burada 2 yazsam sıfır almaq üçün gərək 2 çıxım. Həm K, həm də D necə 2 eləsin? Bu düz gəlmir. Ona görə də bu D2 isə bu D3-dür. D-nin yerinə 3 yazsa, bura 3 yazdım, burada 3 yazdım, bu da 3-dür, bu da 3-dür. 333-dən 200 neçəsə çıxıb 30 al. Bu 290 neçəsə olar da. Burada 9 yazdım. İndi 3-dən nə çıxanda 9 eləyər 4. Görə düz gələcək. 13-dən 4 çıxdım 9. Birin bura verdi, axı 2 qaldı. 32-dən 9 çıxdım 23, hər şey düzdür. Deməli, mən artıq bildim ki, D-miz bizim 3 imiş. D 3-dürsə, baxın, B-dən 2 çıxıb 3 alıb. Onda B neçədir? 5. So B-də 5-də cavab D variantıdır. Buradan bəs sual olan? Zəhmət olmasa bir də izah eləyə bilərsiniz. İnternet məndə dondu, başa düşmədim. Ha, tamam. Baxın, D 2-yə də 3 ola bilər. 2-yə də 3 ola bilirsə, D 2 ola bilmir. Niyə ola bilmir? Çünki D-yə 2 versəz, gərək burada 2 eləsin, bu 0 eləsin. Bu 2-dirsə, bu 0 almaq üçün gərək K2 eləsin. O da olmaz da, həm D, həm də K2. 2 deyilsə, onda 3-dür də, çünki 3-dən 2 çıxanda 0 eləyə bilər. Bura 3-ü verdim, bu da 3-dür, bu da 3-dür, bu da 3-dür. Təbii ki, bu birini sağa göndərdi deyə çıxdım 0 elədi. Heç baxın, bölməyə fikir vermirəm. İndi mən 3-dən nəticə çıxıb yenə 3 almışam. Onda bu 9 olardı, çünki birini köməyə göndərib.
Həm də belə baxa bilərsiniz ki, 330-dan 290 çıxsam 30 neçəsə eləyər. K bəs bura 9 oldu, axı el 9-dur. 3-dən nə çıxın bunu eləsin? 4 çıxandı. Baxın, həqiqətən də 330-u çıxılsın 294, 39 eləyir. Həfsə bunu tapdısa, B-dən 2 çıxanda 3 elə baxın, B çıx 2 eləyibdi 3. Onda B də 5-dir də. Heç bölmə hissəsinə baxmaya ehtiyac yox. Sualı olan. Yaxşı, 64. 64 da rahat sual idi, toplama çıxma biliriksə. Deyir, birincisi 6-dır, ikincisi 10-dur və hər bir növbətçisi özündən əvvəlkilərin cəminin yarısıdır. 6 üstə 10, 16. Baxın, 6 üstə 10 bölü 2 neçə? 16-ın yarısı 8. 10 üstə 8, 18 yarısı 9. 8, 9, 17 yarısı 8, onda 5. Buradan sonrasını gəlin bölək. 9 üstə şu olar 8, onda 5 bölür 17, onda 5. 17, onda 5-i də 2-yə bölsəz, bu 8, 75 eləyir. 8, 75. Növbəti bölsəz artıq bundan böyük olacaqdır. Ən balacası soruşursanızdır 8, onda 5. Bu arada hardan bildim növbətlər böyük olacaq? Axı bu ikisini toplayacaqsınız. Bu ikisini toplayıb böləndə əgər 8, 75 bundan böyükdürsə, bunların ədədi ortaları da bundan böyük olacaq. Yəni növbəti hamısı bundan böyük olacaq. Ən balacasını soruşursa sıranın ən kiçik tam olmayanı tapın. Ən kiçik tam olmayanı 8, onda 5-dir. 64-dən bəs sual. 65-i yəqin tapmışdınız. Şunlar rahat suallardan biri idi. Çox şükür ki, bunu asan salmışdı. Çox da yəni siz çətin salmamışdı burada. 4 ilə 5 bir-birinə keçir. Elə 4 ilə 5-ə baxa bilərsiniz. Bir də 2-yə baxın. 2 1-ə keçməz axı. 2-yə baxın. Burada bu hissəsinə fikir versəz, bu 2 ilə 1-in bu hissələri tamamilə fərqlidir. Orada olmalıdır 1. Baxın, 1 gəlib burada 3-ə keçir. Deməli 2 artıqdır. Buradan bəs sual. Tamam, bunu da bildik. Sonra gəldi, deməli 60 neçə? 66-ya. Bunu şöyle yazmışdınız. Yəni burada sıxıntı var, yoxsa keçir? Rahat sualdır, ona görə soruşuram. Kesin sual yoxdur. 67. 67-də bəs 67-də nə baş vermişdi? Tapan var idi uşaqlar bunu. Yəni ümumiyyətlə bu sözlərin mənasını bilən var idi. Təfsirdir, hə, müəllim? Təfsir. Bəli. Hə. Açığı mən də bilmirdim təfsirin nə olduğunu, amma variant çıxmışdı. Yəni bilikdir, tədrisdir, öyrətmədir. Bunlar başqa şeylərdir, izahla şərt deyil. Qaldı təlqinlə təfsirdə, təlqin başqa şeydir. Təlqin kimisə nəyəsə inandırmaqdır. Yəni inandırmaq demək də, kiməsə nəyəsə belə deyib beyninə yeritmək. Təfsir isə uşaqlar əsasən də Quran ayələrinə filan geniş izahın verməkmiş. Təfsir nəyisə izahın verməkdir. Xüsusən də Google-a ChatGPT filan yazsaz, Mən oradan bildim elə Quran Quran ayələrini. ayələrinə filan, yəni izahın verməkdir. İzah olduğuna görə cavabımız olacaq təfsir. B variantı. Demək ümumiyyətlə həmişə bir dənə belə qəribə söz salır. Məsələn, birinci cəhdə fəraq idi, burada təfsir idi. Keçən il sonra o hansı sual idi? Hə, finish estafet idi, ondan əvvəlki il. Yəni hər il belə bir dənə qəribə sual salır söz baxımından. Sonra 68. 68 də işlədiyimiz təkrar suallardan biri idi. Amma sualın burada dəyişmir. Yəni təkrar olsa da təkrarı birə-bir eyni salmayın. Məsələn, mənim sizə işlətdiyimdə rahat idi. Deyirdi ki, nə bilim, Əsmərdən sonra kim ola bilər, rahat tapılırdı. Amma burada onun qarışıq formasındadır. Baxın nə yazıb? Yazıb ki, finishə simanın ardınca 5 dənə iştirakçıdan bunlar. 1, 2, 3, 4, 5. Qeyd edilib ki, finishə simanın ardınca Murad çatıb və digər tərəfdən Banudan əvvəl də Heydər. Banudan da əvvəl Heydər. Və bunlarla bağlı verilib ki, Əsmər finişə qadınların birindən tez, digərinə gec çatıb. Yəni uşaqlar, Əsmər bunların arasında çatıbsa, Əsmər 3-cü yerdədir. Hər iki ehtimaldadır. Əsməri 3-cü qoyduq. Digərlər ola bilər ki, Simanla Murad əvvəldə gəlib, Sima, Murad əvvəldə gəlib, Heydər Banu sonra gəlib, Heydər Banu sonra gəlib. Ola bilər ki, tərsinə Heydər Banu əvvəldə gəlib, Heydər Banu əvvəldə gəlib, Sima Murad sonra gəlib, Sima Murad sonra gəlib. İki versiyadan biridir. Bəs deyir ki, bu bizə kömək eləmir ki, hansını tapmağa. Yəni, hansını tapmaq üçün kifayət deyil. Gəlin, baxaq görə hansını tapmağa kifayət deyil. Əsmər uşaqlar hər iki halda da 3-cü yerdədir, yəni ilk üçlükdədir. Bu tapılır. Sima sonuncu ola bilmir. Baxın, Banu və Murad da sonuncu. Sima sonuncu ola bilməz, bu da tapılır. Yarışı ikinci və dördüncü başa vuranların eyni cinsə. Baxın, Muradla Heydər hər ikisi oğlandır, Banu, Sima hər ikisi qızdır. Finişə çatma sırasında qadınların ədədləri cəmi
Baxın, burada qadınlar Banu birinci, Sima birinci, Banu beşincidir. 1 üstə 5, 6 eləyər. Burada Banu ikinci, Sima dördüncüdür. 2 üstə 4, 6 eləyər. 6, 6 eynidir. Tapmaq olur. Və daha sonra uşaqlar yazıb ki, Banunun yarışı neçənci başa vurdu. Axı bunu tapmaq olmur. Banu fikir versəz bu versiyada 5-ci oldu, bu versiyada 2-ci oldu. Artıq mən 2 versiyasına qaldımsa bu kifayət deyil tapmaq üçün. Cavabımız olacaq C variantı. 68-dən bəs sual. Mən onu tapanda elə tapmışdım ki, qızlar hamısında elə bir ikinci idi də o qoşalarda. Ona Yox, görə sən orada sözü səhv oxumusan. O qızları qoşa ikinci eləmək üçün Muradı Simadan əvvələ qoymuşsan. Finişə Simanın ardınca Murad çatıb, sən 100% belə yazmısan. Murad ardınca Sima. Orada hardan Deyil. bilir ki, Əsmər mütləq 3-də olmalıdır? Necə? Şu an sual eşitmədim, təkrar eləyə bilərsən, zəhmət olmasa. Əsmərin müəllim 3-cü olduğunu hardan dəqiq bilirik ki? Əsmər üçüncü olduğunu. Əsmər çünki bax qızlardan birindən əvvəl, birindən sonra daxı. Əsmər finişə qadınların birindən tez, digərindən gec çatıb. Birindən tez, birindən gecdir. Deməli Simanı keçib, ya Banuya keçib, ya Banunu keçib, Simaya keçilib. Simanın da Murad ardıcıldır, da Heydərlə də Banu ardıcıldır. Bu demək ki, bir Sima Murad birdə daxı. İkisindən qabaqdır və ya Aha, ikisindən başa sonra. düşdüm. Ona görə düz ortaya düşür. Müəllim, Aydın oldu mu? bilavasitə sözü yəni birbaşa ardınca deməkdir. Hə, əslində burada bilavəsini yazmasa daha düzgün olardı. Simanın Bilavəsi ardınca məni Murad. çaşdırdı, çünki mən elə Ya bildim da ki, o tam dərhal birbaşa sonra deyil. yazsa daha bilavasitə başqa şeydir əslində. Məncə də. Simanın bilavasitə ardınca, dərhal ardınca yazmaq daha məntiqli uyğundur. Buradan başqa sual olan. Yəqin ki 69 yazmışıq da, yəni onsunu dayanmamışıq. Gələk 70-ə. 70 çünki səhv yazanlar çoxdur, biraz fərqli aşağı operatordur. Baxın, biz bunu həll eləyəsi isə bu sol tərəfi sola, sağı da sağa bərabərləşdirmək lazımdır. Bərabərləşdirsək 5A bərabərdir X-a, A da nəyə bərabərdir? X böl 5-ə. Digər tərəfdən 8B bərabərdir 56-ya, 56-nı 8-ə bölsəm B də bərabərdir 7-yə. Aparıb qoyaq yerinə A kvadrat, X böl 5 kvadratı, üstə gəlsin B kvadrat, 7, bir də plus 7. Bərabər 137. Yəni, düstur yazdım da yerinə. 7-ni bu tərəfə keçir, 130 qalır, üstə 49-a çıxmalıyam. X böl 5-in kvadratı bərabərdir, 130 çıxılsın 49. Yəni 81. Bu da 9-un kvadratıdır. Kök alsaq X böl 5 bərabərdir 9. Nəyə 5-ə bölünür 9 edir? 45-i. Deməli, X olmalıdır 45C variantı. 70 ilə bağlı bəs sualı olan. Sonra bunu da bildik. Bunu hələ ki bağlaya bilərik. Sonra 71 asan sualda, yəni sadə qəlməkisinə döndərir. 72 də həmçinin. Bu 71 və 72 ilə bağlı sual olan. Müəllim, Bunları 72-ni yaza səhv bilmirəm. yazmışam mən. Neçəni? 72-ni? Bəli. Son dövrlər kinosevirlərin ən çox maraq göstərdiyi filmlər əsasən komediya və qorxu janrlarına aiddir. Digər cümləyə əsasən mühakimələrdən hansı mütləq doğrudur? Qorxu və komediya filmləri başqa filmlərdən daha populyardır. Son dövrlər başqa janrlı filmlər ad çəkilir. Bunu hardan bildin? Ad çəkildi. Sadəcə deyir ki, kinoseverlər bu ikisinə maraq göstərir. İnsanlar yalnız demir axı orada, başqalarına da baxırlar. Sadəcə bunlara daha çox maraq göstərirlər. Ən çox maraq bunlara göstərilir. Mən D-ni Qorxu və yazmışdım. komediya filmlərinə hər zaman gözlənilenden artıq maraq göstərir. Hər zaman demir, son zamanlar deyir. Sonra yazıb ki, kinoteatrlarda yalnız qorxu və komediya, bu da deyil, yalnız öbürlər də var. Amma qorxu və komediya filmləri başqa filmlərdən daha populyardır da. Bunlara daha çox maraq göstərilirsə. Nə yazmışdın ki burada? D variantı. Hər zaman deyil, axı son zamanlarda deyir, son dövrlər. Evet. Aydın oldu. Ya hər Bu da- zamankindən daha artıqdır da müəllim. Başa Son düşdüm. dövrlər. Amma deyir ki, orada D variantında hər zaman gözlənilenden artıq maraq göstərir. Həmişə belə olmuyor, bax indi son dövrlərdə belə olub sadəcə. Bildim. Söz oyunu oynayıblar da. Söz oyunu, hə. Sonra başa düşürəm sizi, həm stres, həm həyəcan, həm yağış və s. Bu sözlərdə diqqətli oxumaq biraz çətin olur. Ona görə də özünüzü günahlandırmayın. 73-cü tapam. Necə idi bunun qaydası? Müəllim, mən imtahandan çıxandan sonra tapdım ama. İmtahandan çıxandan sonra imtahanı tapa bilməmişdik. Bəli, yuxarı olanları elə bir kvadratları toplayır yazır. 2 kvadratı, 7 kvadrat 50. O birisilərin də kvadratlarını çıxır. Evə Hə. çatmamış tapdım özüm.
Uşaqlar, yuxarı düz deyir. Yuxarıda birləşibsə kvadratlarının cəmidir. Fikir versəz 2-nin kvadratı üstə 7-nin kvadratı. 4 üstə 49, 53. Məsələn, burada baxa bilərsiniz. 4-ün kvadratı 5-in kvadratı. 25, 16, 41. Aşağıda birləşibsə kvadratlarının fərqidir. Burada baxın 9-un kvadratı çıxılsın 6-nın kvadratı. 81-dən 36 çıxanda olacaq 45. Və ya burada 8-in kvadratından çıxırıq 7-nin kvadratı. 64-dən 49 çıxırıq olur 15. İndi gəldik biz burada nə baş verəcək? Burada şöyle fikir versəz, bu sual şairəsini tapanda ya belə tapa bilərsiniz ki, bunlarda yuxarıda birləşib baxı 6-nın kvadratı 1-in kvadratı. 36 üstə 1, 37. Ya da belə baxa bilərsiniz ki, bunların kvadratları fərqli aşağıda birləşib. Bura 3 köçədə, yəni. Ya da belə baxa bilərsiniz ki, 5-in kvadratı çıxılsın 3-ün kvadratı 25, 9, 16 eləyər. 73 indi aydın oldu. Tamam, davam eləyək. Gəldi 74. Bəs 74-də. Bunu əslində bir dəfə izah eləmişdim. O quizin içində var idi. Demişdim, düşə bilər, diqqətli olun. Burada nə baş verib bəs? Şərtdə yazıb ki, əgər rəngsizlər üst-üstə düşürsə rənglənmir. Yəni ağla ağ üst-üstə düşürsə elə ağda qalır. Amma rəngli xanalar rəngsizləşir. Yəni qara ilə qara üst-üstə düşəndə bunlar da ağ verir. Rəngli nədir? Xanalardan biri rənglənmiş, digəri rənglənməmişdirsə, hər iki xana rənglənir. Yəni biri ağ, biri qaradsa, hər ikisi qara olur. Yəni adı ağ-qara prinsipidir. Eyni rənglər üst-üstə düşəndə bu təbii ki, eyni rəng üst-üstə düşürsə ağ qalır. Biri ağ, biri qaradırsa qaraya çevrilir. Yaxşı, burada nə deyir? Deyir, şəkil əvvəlcə bir xətt üzrə, sonra iki xətt üzrə, sonra üç xətt üzrə qatlayıb açsaq. Şuna baxın, bir xətti budur. Mən bunu üzrə qatlayıb açacağım. Yəni simmetriya verəcəkdə sadəcə fikir versən, sadəcə bizdə bunun üstünə qatlanıb açılacaq. Ağlar üst-üstə düşəndə ağ qalır, qaralar üst-üstə düşəndə qara qalır. Biri ağ, biri qaradsa artıq hər ikisi qaraya çevrilir. Baxın, qara üst-üstə düşürsə hər ikisi ağ olacaq. Ağla ağ üst-üstə düşürsə hər ikisi ağ olacaq. Qara ağdırsa bunlar hər ikisi qaraya çevriləcək. Qara ağ hər ikisi qaraya çevriləcək. Qara hər ikisi ağ olacaq. Ağ da hər ikisi ağ olacaq. Bu birinci qatlanıb açma ilə bağlı kimin sualı var? Sonra uşaqlar deyir ki, iki xətti üzrə. Baxın, iki xətti düz ortadan keçir. Deməli, düz ortadan simmetriya vermək lazımdır. Düz ortadan simmetriya verəcəksə, baxın, məsələn, bu gəlib bunun üstünə düşəcək. Yaxın-yaxına düşün axı. Biri qara, biri ağ. Onda nə olacaq? Bunlar hər ikisi olacaq qara. Qara. Sonra fikir verin, bu ağ gəlib bunun üstünə düşəcək də. İkisi də ağda axı, burada ağ eləyəcək. Yəni, rəngi sizə çaşdırmasın. Üstünə yazdım, hərfə baxın. Çünki onlar hər ikisi ağa çevrilmişdir. Bu da gəlib ən uzağa düşəcək. Ağla ağ üstə düşüb, burada ağ olacaq. Daha sonra bura baxsaz, bunlar ikisi üst-üstə düşüb, yaxın-yaxına ağ olacaq. Amma uşaqlar, bura fikir versəz, axı bu ağ gəlib bu qaranın üst-üstə düşəcək. Biri ağ, biri qaradır deyə hər ikisi qara olacaq. Burada qara olacaq, burada qara olacaq. Və həmçinin o da gəlib bunun üstünə düşəcəkdir. Bunlar da qara olacaq. Hər ikisi qara. Eyni şərtlər bu birinə də aiddir. Mən baxıram ki, burada bunlar ikisi üst-üstə düşür. İkisi də ağdır, ikisi də ağ eləyəcək. Yuxarıdakı qara gəlib aşağı ikisini qara eləyəcək. Qara, iki dənə qara gəlib düşəcək aşağı. Bu qara bunun üstünə düşəcək, buranı qara eləyəcək. Hər ikisi qara. Və yuxarıdakı qaralar gəlib düşəcək aşağı, aşağıda qara eləyəcəklər. Sonra bu qara gəlib düşəcək, bu qara da gəlib düşəcək, buranı da qara eləyəcək. O iki dənə ağ gəlib düşəcək, bunlar da hər ikisi olacaq qara. Və nəhayət, bu ağlar üst-üstə düşüb, orta yaxındakılar ağ olur. Bu gəlib bunun üstünə düşür, bura qaradır deyə bu da qara olur. Bu da gəlib bunun üstünə düşür, biri qara, biri ağdır deyə hər ikisi qara olur. Bəs 2-nin qatlanması ilə bağlı sual olan. Axırda da deyir ki, 3 üzrə qatlayın. Baxın, 3 üzrə qatlayıram. Təbii ki, yaxın-yaxına, uzaq-uzağa da. Baxın, bu gedib bunun üstünə düşür. Biri ağ, biri qaradsa, hər ikisi qaraya çevrilir. Bu oldu qara. Sonra bu gəlib bunun üstünə düşür. Biri qara, biri ağsa, ikisi də qaraya çevrilir. Bu da oldu qara. Sonra qara bunlar hər ikisi ağa çevriləcək. Ağ. İkinci sırada bəs. Ən sağdakı gəlib ən sola düşür, hər ikisi qara. Sonra bu ikinciyə fikir versə, gedib ikinciyə düşür, hər ikisi qara. Yenə ortadakı qaralar üstə düşür, ikisi ağa çevrilir. Ağ. Burada hamısı qara olacaq. Çünki ən sol, ən sağı qara eləyəcək. İkincini qara eləyəcək. Buranı qara eləyəcək. Bu da buranı qara eləyəcək. Full hamısı qaradır burada. Ümumiyyətlə, burada da yenə baxın, ən soldakı ən sağı qara eləyəcək. İkinci ilə üstə düşəcək, qara olacaq. Yaxındakılar da üstə düşəcək. Sonra burada ən sağdakı ən solu qara eləyəcək. Baxın, hər ikisi qaradır. Hər ikisi qaradırsa, onda bura olacaq ağ, burada olacaq ağ. Daha sonra
Burada qara-qara, bir dəqiqə biz bunu düz yazmışıq. Qara-qara budağı olsa, axı burada sayı düz gəlməyəcək. Bizcə sayı bunun hansını səhv yazmışıq. Çünki bu qara-qaralar bunlar ağa çevriləndə, ağ-ağda bu sırası düzdür. Burada sıxıntı yoxdur. Qara-qara, ağ-qara deyəsən hansısa birini səhv yazmışam. Çünki burada mən gördüyüm qədərilə 4 dənə qara olmalıdır, amma 2 dənə çıxır. Allah bilir indi hansını səhv yazmışıq. Yuxarı Müəllim, sıra düz. yuxarıdan Yuxarıda ikincidə ağ-ağa qara yazmısınız. Ağ-ağda qalmalıdır axı. Hansında? Birin altındakı sıra var. Aha. Orada ikinci qaraya baxın. Onun altındakı ağ deyil. Qarışdıracaq uşaqlar, qarışdıracaq. Gəlin təkrar baxaq. Ay Çünki Casim. qarışdıracaq. Bax, tez-tez yazıram, hardasa biri səhv getmişdi də. Bu bir dənə, onsuz 2 kimi düz idi. Üçüncüdə birini səhv yazmışdım. Prosta qarışdıracağım hansı idi deyə. Baxın, bu deməli bir üzrə qatlayanda bunlar ağ oldu. Ağ qaldı. Qara, qara, burada qara, qara, burada ağ, burada ağ, burada ağ, burada ağ. Sonra 2 üzrə qatlayanda bu qaradırsa, buranı da qara eləyir. O ağlar düşdü bura. Ağ. Bunlar ikisi də qaraya çevrilir. Sonra ağ, burada ağ qalır. Bura qaradırsa, burada qaradır. Deməli, bu qara, hə, deyəsən bunu səhv yazmışıq. Bu ağla bu ağ üstə düşür, o qara da gəlir, bura düşür, bura qara. Bunlar da özləri qaradır. Qara. Daha sonra o qaralar gəlib, ikisi bura düşür, buranı qara eləyirlər. Daha sonra bu da buranı düşür, buranı da qara eləyir. Ağlar ikisi gəlib düşür, buranı ağ eləyir. Burada qara olmalıdır. Ağlar bunlar qaraya çevrilir. Sonra burada ağ. Gəlin təkrar baxaq. İndi qatlayanda bu qara bu tərəfi də qara eləyir. Bura oldu deməli qara. Sağ qara deyə solda qara olmalıdır. Qara bunlar ağa çevrilir. Bu qara da buranı qara eləyir. Hə, birinci düz gəldi. Sonra qara burada ağ olur. Hər ikisi ağ. Sonra bu sağdakı qara solu qara eləyir. O qara da buranı qara eləyir. Bunlar düz idi. Burada qara olur. Sonra bu buranı qara eləyir. Bu ortadakı burada qara olur. Gəldi buna. Bu birinci sağ tərəfi qara eləyir. İkinci buranı qara eləyir. Üçüncü də buranı qara eləyir. Bura qaradır zaten. Bunlar qaradır. Ortanı səhv yazılmışıq. Bu 2 dənə ağ olmalıymış. Bu qaralar ağa çevrilir. Baxın, qaralar 2 dənə qara üstə düşür deyə. Bunlar ağa çevrilir. Sağ tərəf solu qara eləyir. Yenə bu ikincini qara eləyir. Sağ tərəf solu qara eləyir. İkinci də ikincini qara eləyir. Amma bunlar ağa çevrilir. Bizdən qaraların sayını soruşursa, şuralar birinci sırada baxın 2 dənə ağ var. Onda 4 dənədir. İkinci sırada 2 dənə ağ var. Burada da 4 dənədir. Bura full qaradır. Burada full hamısı qaradır. Burada 4 dənədir. Burada da 4 dənədir. 10, 20, 28 dənə qara var. Onları səhv yazmışdım. Onu düzəltdik. Bu 74 ilə bağlı indi sualı olan. Yaxşı, getdi irəli. 75 yəqin yazmısınız da deformasiyadır. 76-nı tapmışdınız imtahanda. Bəli, müəllim, tapmışdıq. 170 üstünə gəl 24 bölür 2-yə. Hə, bölürük çə. Toplayıb içə bölürük burada. Orada bir çöldəkilərin ikisini toplayıb içə bölmək lazımdır. Məsələn, baxın, hansılar 123 ilə 60-ı toplasan, bu 183 eləyir. Həmin 183-ü də 3-ə bölsəm, 183 bölü 3 61 eləyir. İndi mən bu ikisini toplamalıyam da. 270, 24. Bu olacaq 294. 294-ü də 3-ə bölsəm, 294 bölü 3, bu da 98 eləyəcək. Deməli, sual şərsi olmalıdır 98. Buradan sual. Yaxşı, getdi irəli 76, 77. Fitoşkini belə qəribə verir. Fitoşkini doldurursan, oradan başqa şeylər də istəyir. Gəlin əvvəlcə dolduraq, sonra baxarıq da. Axşar 1 buradadırsa, mən bura 2, 3, 4 verə bilmərəm. Daha doğrusu başqa formada 2, 3, 4 versək, 2, 3, 4 verə bilərəm ancaq. Başqa, məsələn, bura 3, bura 4 versən, bu nədənsə balaca deyil. Bura ancaq 2, 3, 4 verə bilərəm. 2, 3, 4. Burada bir dənə 1, 2, 3 var, 4 qaldı da. Sonra o birlər bəs. 3 ilə 4 var, 2 ilə 1 yoxdur. Bura baxaq. Burada təbii ki 2 olmaz, 3 də olmaz. Çünki 3 ancaq 4-dən balacadır. 4 də orada var deyə təkrarlana bilməz. Bunu bildiksə, mən burada 3-ü yaza bilmirəm, 2-ni yaza bilmirəm, onda 1 yazıram. Yuxarısı çox iyi ola bilər. O heç. Sonra burada baxın 4 ilə 3 qaldı. 4 onda sağ tərəfdədir, 3 buradakı təkrarlanması.
Yuxarıya doğru 1 ilə 2 qalıb. 1 orada olmaz. 1 burada, 2 burada. Daha sonra burada fikir versiniz. 4 sağda vardı. 4A-nın üstündə 3 burada. Sonra 2 ilə 3 qalıb. 3 burada, 2 burada. Burada da qaldı 2, burada da qaldı 1. Doldurulması ilə bağlı sualı olan. Doldurulması ilə hamıya hər şey aydındır. Yaxşı olar ki, indi bu dediyi şeylərə baxaq. Yazıb ki, məsələn, A çıxıq B vur C vur D. Bu garantidir də. Çünki baxın, A da B də 4-dür. 4-dən 4 çıxıb C-yə D-yə vursaq. C neçədir? C deməli C 3-dür, D də 1-dir. Bunları bir-birinə vursam, axı bu 0-dır. 0-ı niyə vursam 0 eləyəcək? Bu 2-dən balacadır. 1-i götürdük. Sonra ikincisi A çıx B. 4 çıx 4. Üstə 3 üstə 1. Bu da 6 eləmir də. Bu da 4 eləyir belə. Onda ikincisi səhvdir. 1-i götürdük 2 səhvdirsə, 1-i götürdük 2 səhvdirsə, bu getdi, bu getdi, bu getdi. Cavab 1, 5, 6-dır. Heç hamısına baxmasaz da olarmış. 77 ilə bağlı sualı olan. Yaxşı, davam edirik. Getdik 78-ə. 78-ə uşaqlar kubun orada pozan var isə pozana çəkib baxsaz daha yaxşı olardı. Pozanınız yox etsə bir istifadə görmək olardı. Fikir verin, bu 3 ilə 2, çünki pozan daha rahat bölünür. 3 ilə 2 baxın, gedib bir tərəfdə bu 4-dən uzaqda birləşir. 4 üzü buradadır. 3 ilə 2-ni birləşdirə baxın, 4-dən uzaqda. Ona görə bu 4-cü şəkil səhvdir ki, baxın 4 üzü buradadır. 3 ilə 2 gedib 4-ün dibində birləşir. Bunu 4 səhvdə 4 atdım. 5-ə də ki, heç kim səhv deyə bilməz. Çünki heç bir üzü bilmirik. Nə bunu, nə bunu, nə də bunu. Bu üzlərin heç birini bilmiriksə, bu məcbur düz olmalıdır. Onda mən 4 olanları atdım. 5 olan 3, 5, 2, 5-dən biridir. Bəs yaxşı uşaqlar, 3, 5-dən 2, 5-in fərqi. Burada bu 6 üzün bilmirik. Amma fikir versiniz, 2 ilə 3-ün birləşdiyi yerdədir burada. 2 ilə 3-ün birləşdiyi yerdədirsə, deməli bu arxa tərəfdədir. Ardıcılığa baxsınız, arxa tərəfdə olsa necə olacaq? 3, 6, 2. 3, 6, 2. Burada bəs necədir ardıcılıq? Gəlin baxaq. Burada baxın 3-dən başladım. 3, 2, 6-dır. 3, 2, 6. Onda bu səhv oldu. Heç buna başını artmasam da olar. 2 də səhvdirsə bu da getdi, bu da getdi. Qaldı 3, 5. Bəs 3-ə baxaq görə həqiqətən də düzdürmü? O fikir verin 3 ilə 4-ün birləşməsidir. Daha doğrusu 2 ilə 4-ün birləşməsidir. 2 ilə 4-ün birləşdiyi yerdədirsə, onda bu 6 gərək indi aşağıda olsun. Çünki 2 ilə 4 burada birləşir. Yuxarıdakı 3-dür. Ardıcılığa baxın 4, 2, 6. 4, 2, 6. Burada necədir bəs? 4, 2, 6. Okey, bu da düzdür. Mən onda 3-ü götürdüm burada. Bir də 5-i. 3, 5 D variantı. 78 ilə bağlı sual olan. Davam edeyim. 79 rahat sözlərdir də. Kərtənkələ, tısbağa, canavar, qurbağa. Bu ekologiyadır. Cavab ekologiyadır. 80 də uşaqlar. Artist, redaktor. Təkrar sual işləmişdik bunu. Sınavda var idi. Artist, redaktor, tərcüməçi, inşaatçı. Hamısı peşə sahibidir. Bu ekskavatordur. Ekskavator. İnşallah ki, düz yazım sözü. Neyse, bu texnikadır. Qalan hamısı orada peşə sahibidir. Artist, redaktor, tərcüməsi, inşaatçı və s. Və 81. Uşaqlar deyir ki, ABC-nin cəmi ən böyük olsun və şərtdə qeyd edilib ki, biri digərinə birbaşa altında və yanında olanlar ardıcıl ola bilməz. Məsələn, bura 15-sə nə bura, nə də bura 14 yaza bilməzsən. Bir-birinə yaxın olanlar, birləşik olanlar daha doğrusu ardıcıl ola bilməz. Nə bilim, bu 16-dırsa burada 17 olmaz. Bizə ABC-nin ən böyüyü lazımdırsa, baxıram, ən böyük 17-18-dir və bunlar yazmağa çalışın. A-ya 17 yaza bilmərəm, axı 16-17 ardıcıl olacaq. Onda baxın, A-ya yazıram, tutaq ki 18. Qaldı 17. 17-ni buraya yazsam 17-18 yanaşı olar. 17-ni buraya yazsam. Sonra ən böyük 14-də, amma 14 yaza bilmirəm. Çünki 14 yazsam 15-14 ardıcıl düşür. 14-dən sonra ən böyük 13-dür. Görüm, o çəsəm düz gələcək. 13 yazdım. Yerdə qaldı 14, 12. 12-ni buraya yazsam olmaz. 12-ni buraya yazsam 14 də bura. Baxın, hər şey düz gəldi. ABC cəmi 18, 13 və 17. Bu deyilər 48-dir variantı. Müəllim, zəhmət olmasa 80-ı bir də göstərə bilərsiniz, görmədim. 80. Bax, artist, A variantı artist, B C tərcüməçi, Y inşaatçı. Artist, tərcüməçi, inşaatçı. B redaktordur, qəzetdə falan olur, qəzetdə, jurnalda falan redaktor. D isə ekskavatordur. Aha, bildim, Hamısı çox sağ olun. insandır, o texnikadır. Sən də sağ ol. Başqa uşaqlar, bunların üçü ilə bağlı sualı olan. Gəldik 82. Bu 82-ni tapmışdınız.
İzah edəcəm eləməyin. Ona görə sadəcə bunu tapa bilmişdiniz. Müəllim, amma mən təsadüfən yazmışdım, düz çıxmışdı. Uşaqlar, burada heç mətni təhlil etməyə gərək yoxdur. Yəni, o qədər qarışıq verilsə də, o qədər asan cavabı çıxır ki, heç yəni başınızı ağrıtmırsınız. Sadəcə verilən şərtlərə baxın, cavab çıxacaq. İnşallah ki, görə bilirsiniz, çünki mən bunun hamısını burada yerləşdirə bilmirəm. Nə yazıb birin şərtin birində? Yazıb burada, baxın, iki qrupun hər birindəki bir qrupda isə 5 nəfər olmalıdır. Deməli, qruplar belə bölünməlidir. 2, birində də 5 nəfər. Y variantına baxın, burada 4 nəfər var. Burada 3 nəfər var. Burada 2 nəfər var. Heç qrup düz bölünməyib. Y çıxdı. Sonra yazıb ki, O ilə A bir qrupa düşsə, I ilə də Q bir qrupda olmalıdır. O ilə A bir qrupdadırsa, həmçinin bu deməkdir ki, I ilə Q də eyni qrupda olmalıdır. Eyni qrupda. Baxın, O ilə A bir qrupdadır. O ilə A. I ilə Q-dən, I burada, Q də Q-də. Yaxşı, bu ola bilər. Burada baxsaq, başqa. O ilə A bir qrupdadır. O da buradadır. A da buradadır. I burada, Q də burada. Bu səhvdir. ilə Q bir yerdə olmalıydı. B variantı getdi. C-də O A bir yerdədir. Yenə baxın, O ilə A bir yerdədir. Q buradadır. I də burada. Bunlar bir qrupda olmalıydı. D də getdi. Sonra B-də yazıb bir dənə zabit bunu boş verin. O'nun daxili digərlərindən çox olmalıdır. Bunu da boş verin. Bura baxın. D-nin olduğu qrupun nömrəsi U-dan böyük olmalıdır. Əgər D-nin nömrəsi U-dan böyük olmalıdırsa, baxın, D düşüb birinci qrupa, U gedib düşüb üçüncü qrupa. Necə böyükdür? Əksinə bu böyükdür. Ona görə A da səhvdir. Cavab oldu C variantı. Şərtləri elə yarım yamalaq oxusaydınız, bir dənə variantlara diqqətli baxsanız cavab çıxacaqdı. Yəni heç tapmağa ehtiyac yoxdur ki, kim hansı qrupda, kimlə bir yerdədir. İndi buradan sual olan bəs. Yəni, bunu da bildik. Burada müəllim, ata yazılıb ki, o mənə qaranlıq qaldı ki, orada yazılıb ki, O ilə A bir qrupdadırsa, I ilə də Q bir qrupdadır. Amma burada O ilə A ayrı qruplardadır, I ilə Q eyni qrupdadır. Yox, Cavabda. tamam başa düşün nə demək istəyirsiniz. O demək deyil ki, O ilə A bir qrupdadırsa, I ilə Q də bir yerdə olmalıdır. Daha doğrusu I ilə Q bir yerdədirsə, O ilə A da bir yerdə olmalıdır. Bax, şərtdə deyir ki, O ilə A birlikdədirsə, I ilə Q də birlikdədir. Amma IQ OA-dan asılı deyil. Yəni OA birlikdədirsə, I ilə Q də birlikdədir. Amma ola bilər ki, əksinə I ilə Q birlikdədirsə, OA birlikdə olmaya bilər. Məsələn, tutaq ki, siz hara getsəz, bir dostunuzu aparırsınız, amma dostunuz sizə gedə bilər harasa. Yəni biz sən ondan asılısan, o səndən asılı deyil. İki tərəfli deyil ki. İndi aydın oldu bəs. Bəli, müəllim. Tamam, davam edelim daha. Bu 60, 82 idi bana. Təbii 83. İnşallah ki, karandaş yazmısı da mən karandaş yazmaqdan yorulmuşdum. Tapmışdınız bunu. Ben yazmıştım. Kim də yazmayıbsa, xahiş edirəm, geçsin karandaşın izahına baxın. Yəni, eyni bu sualın, hətta bir gün əvvəlki canlıda ən axırıncı yazdığım sual idi bu. Ən axırda qızlardan biri soruşdu, bunu izah elədim. 84, şu an 84 işlədiyimiz tərəzi idi. Bunu işləmişdik biz. Baxın, buradan başlayırsınız. Bununla bu getdi. Fikir verirsiniz, 3 dənəsi 2 dənəsinə bərabərdir. Özü eyni bu sual işlətmişdim sizə. 3 dənəsi 2 dənəsinə bərabərdirsə, bu versiya hansıdır? Ola bilər ki, bu trapesiyalar 2 olsun, bunlar 3 olsun. Ola bilər ki, 4 olsun, 6 olsun, 6 olsun, 9 olsun. Və demişdik ki, baxın, bu tək üçbucaqdır. Bu 4, 6 falan çox olar. Çünki baxın, 4, 4, 4 versəm elə, bu 12-ni keçdi. Ona görə bunlar çoxdur da 2-3 versiyasıdır. 2-3 versiyasıdırsa, mən bunlara 2-ni düzdüm. 2, 2, 2, burada 3-ü düzdüm. 3, 3. Bəs qolun ağırlığını hardan? Buradan baxın. 2, 2, 3. Toplam qolun ağırlığı neçə oldu? 7. Sağ 7-dirsə, solda 7. Bunda 3 bucaq neçə olacaq? 7. Yaxşı, mən bunu bilirəm sizə. Bura 2-dirsə, 7-dən 2 çıxdım 5. Sol 7-dirsə, sağda 7-dir. Daha sonra o birlər bəs 2, 3. Mən aparıb deməli, bura 3-ü yazsam. 7-dən 3 çıxsam, bura 4 qalacaq. Bu 2-dir, bu da 5-dir. Bura 7, burada 7. Sonra o birlərə baxaq. Baxın, 7-dən 6-na çıxdım. Bura 1-dir, burada 1-dir, burada 6 qalar. 7-dən 1 çıxanda. Bu da 1 imiş. Sonra bunlar 7, 7-dirsə, onda bura oldu neçə? 14, bura 28, bura 56. Bura 56 gəldiysə, bura 28-dir, burada 14, 14. 14, 14 bu 5-dirsə, 14-dən 5 çıxanda bu plus 9-dur. Bunlar da 3, 3-dürsə, 14-dən 6 çıxanda bu da 8-dir. O birlər onsuz da bilirik də, hansı biri 4, biri 2-dir falan. Yazıb yerini hesablayırıq. Bu plus 6-dır, bu 5-dir.
Ağ dairə 4-dür. Romb 8-dir. Bu da 9-dur. 6-dan 5 çıxdım 1. 1 üstə 4, 5. 13. 13-dən 9 çıxanda deyəsən 4 edir. Bu 84 ilə bağlı sualı olan. Yaxşı. Gəldik mətnlərə. Kifayət qədər ağır çətin mətni bu 85-87 idi. İndi bura baxaq, sonra birinə keçərik. Yazan var idi bunu. 85-87-dən nəsə tapan. Yəni qeyd edirəm mən burada. Deməli, bu bir dənə dayanacaqdır. Bunu bildir. Və orada nə verilibdir? Deməli, bura R dayanacağıdır. R. Sonra bu P'dir. Sonra bura K'dır. Daha sonra bura S'dir. Burada U'dur. Mənə hansı harda düşüb? Bunlarla bağlı məlumatlar verib. Harda minib, harda düşüblər. Bunlarla bağlı verib ki, D mikroavtobus ilk olaraq P dayanacağına minmiş və o B ilə eyni dayanacaq. Əvvəldə bir dənə burada bir şərt deyim ki, uşaqlar, bu P-dən başlayıblar hərəkətə, baxın, buradan başlayıblar hərəkətə, buradan başlayıb bu mikroavtobus dönüb gəlib, axırıncı dayanacaq yenə P-dir. Kuruq vurmuyor, yəni P-də dayanıb bu. P-dən tərəfə keçməyib. Təkrar K-ya qayıtım söhbəti yoxdur. Nə yazıb orada? D mikroavtobusa ilk olaraq P dayanacağına minmiş və B ilə B-də düşüb. Gəlin minənləri mən içəridə yazım, düşənləri çöldə yazaram. Mən D-ni burada mindirdim. D burada mindim. Amma düşəndə B ilə ikisi B-də düşürmüş. Yaxşı, sonra düşənlərdə elə bura var. K dayanacağında Y ilə F minmiş. Y və F hər ikisi burada minib. Minənləri içəri yazıram. Və biri digərindən bir dayanacaq sonra olmaqla yenib. Elə bil əvvəlcə Y, sonra F və F ya belə eniblər. B sərnişini S dayanacağında minib. B də baxın burada minib. Bunda mindi. Və yazıb sonra A ilə S-nin mindiyi dayanacaqda yalnız 2 nəfər enmişdir. A ilə S minəndə 2 nəfər düşməlidirsə, sizcə bu hansı ikisi ola bilər? B ilə D-dir də. B ilə D. Çünki Y ilə F ardıcıl bir yerdə düşməyiblər. Bu 4-ü minib, Y ilə F ardıcıl bir yerdə düşməyib, və B ilə D-dir. Bəs B ilə D harda düşə bilər? Burada 2 versiya yaranır. Birinci ilə mən yazdım burada götürək. Ola bilər ki, uşaqlar düşəndə B ilə D burada düşsün. B və D burada düşüblər. Əgər burada düşüblərsə, onda A ilə C də burada miniblər. U dayanacağında. O AC indeks oxşudur. Bir də mən bunu səliqəli yazım. AC hər ikisi burada minib. A və C. Ola da bilər ki, uşaqlar, bunlar axı R-dən düşsünlər. R-dən minsinlər. P-də ola bilməz. Çünki P-də A ilə C minsə harda düşəcəklər? P-dən sonrası yoxdur. İkinci versiya ola bilər ki, eyni burada hər şey eyni qalır. Bir dənə bu B ilə D, U-da yox, R-də düşər. İkinci versiyada budur. Bura mən P qeyd elədim, bura K qeyd elədim, bura S qeyd elədim, bura U qeyd elədim, burada R qeyd elədik. Yenə bunlar eyni qalıb, bunlar dəyişmir ki. D burada minib, Y ilə F burada minib, B burada minib. Ola bilər ki, burada nə baş versin? B ilə D R-də düşsün. Əgər uşaqlar B ilə D burada düşüblərsə, onda AC-də gələ burada minsin. İki versiya budur. Çünki AC-nin başqa minməyə yeri yoxdur. Buraya qədər sualı olan. Yaxşı, gəlin qalanlara baxaq. Sonra birincidə mən bildim ki, B-də burada düşəcək. Axı, Y ilə F ardıcıl düşməli idi. Ardıcıl düşməlidirsə, mən baxıram ki, bunlar K-da minibsə, S-lə U-da düşə bilməzlər. U-da çünki B-də düşüb. Onda belə çıxır ki, biri R-də düşüb, hansısa biri. O biri də gedib P-də düşüb. Yerdə qalanı. Bu birinci versiya. İkinci versiyada bunlar ardıcıl düşməlidirsə, o zaman R-də düşə bilməz, P-də düşə bilməz. Biri S-də düşüb, biri də U-da düşüb. Hətta ikinci versiyada mən AC-ni də bilirəm harda düşüb. AC R-də minibsə, məcbur burada düşməlidirlər. Çünki başqa dayanacaq yoxdur. Axırıncı dayanacaq P-dir. Orada B ilə deyil, burada düşüb. İkinci versiyada altısında bilirəm harda düşüb. Amma birinci versiyada AC-ni bilmək olmur. A ilə C B-də düşər, ayrıda düşər, onu tapmaq olmur. İki dənə versiya var mənim burada. Bura qədər sualı olan. Yaxşı, gəlin suallara baxaq. Yazıb ki, uşaqlar, F ilə C rastlaşmayıblarsa, F ilə C rastlaşmayıbsa, eyni anda bu mikroavtobusda olmayıblar. Görək bu hansı versiyadır? Uşaqlar, bu birinci versiya ola bilməz, çünki birinci versiyada baxın, C minib, F sonra düşüb. Deməli, ikinci versiyadır. Burada çünki rastlaşmayıblar. Y ilə F burada miniblər, biri burada düşüb, rastlaşmayıblar.
Görün hansı düzdür. F y-dən çox yol gətirir. Uşaqlar, f ilə y-də bilmirəm ki, hansı hansından çoxdur, hansı hansından azdır. Bu qalsın. Hər dayanacaqda enənlərin sayı 2 sərnişindən çox olmayıb. Hə, uşaqlar, bu düzdür. Çünki baxın, burada bir nəfər enib, burada bir nəfər enib, burada 2 nəfər enib B-dir. Burada da A-sə 2 nəfər. 2-dən çox olmayıb, bu düzdür. K dayanacağından S-ə gedənə qədər, baxın, K-dan S-ə gedənə qədər, buradan bura neçə nəfər daşıyır bu? D burada minmişdi 1, Y-nin F də burada mindi 2. 3 nəfər daşıyır bu. K-dan S-ə gedənə qədər mikroavtobusdakı sərnişin sayı S-dən U-ya qədər olan sərnişin sayı ilə çox olub, yoxsa eyni olub. Niyə? Baxın, Y-nin F-dən biri düşdü, 2 nəfər qaldı, B də mindi. Baxın, buradan bura gələndə hansılar var indi içəridə? B var, D var, bir də Y-nin F-dən biri var və YF. 3 nəfərlə gedir də, yenə burada da 3 nəfərdir. Yəni, hər iki halda da 3-dür. Bu da səhvdir. Mikroavtobusda ən qısa yol gedən F olub. Bunu axı deyə bilməliyik, bəlkə də Y-dir. Mikroavtobus əsas bunun uşaqlar ən qarşığı budur. Mikroavtobusda birgə enənlər fərqli dayanacaqda miniblər. Uşaqların da çoxu baxıb ki, hə, birgə enənlər B ilə D-dir. Zaten B əvvəldə minmişdi, D də axırda minmişdi. Axı təkcə birgə enənlər B ilə D deyil, həmçinin A ilə S-yə baxın. Bu A ilə S-də birgə eniblər. Həmçinin bunlar birgə enməklə yanaşı birgə də miniblər. Yəni ikisi bir yerdə minib, bir yerdə düşüb. BD-yə baxsaz, okey, siz haqlısınız. BD-də onlar bir yerdə düşüblər, amma fərqli miniblər. Bu təkcə BD olsaydı düz olardı. Amma həmçinin A ilə S var, axı A ilə S də düz gəlmir. Bunlar bir yerdə minib, bir yerdə düşüb. Ona görə mütləq deyil bu. Y variantı qalır, cavabımız olur A variantı. Bu hissəsi hamı aydındır. Tamam, onda mən bunları sileyim, sizin başınız qarışmasın. Gedək öyle suala baxaq. Cavabı deməli 86-ya. Deyir, hansını tapmaq olar? Ən çox yolda olan şu an bunu tapa bilməzsiniz. Çünki Y də olar, F də olar, bunu heç kim tapa bilməz. Hətta 2 versiya var. Mikroavtobusu sonucu tərk eləyən. Mikroavtobusu sonucu tərk eləyən, baxın, burada A ilə S idi, burada Y-nin F-dən biridir. Bu da tapılmaz. Hansı dayanacaqda minən olmayıb? Şu an minən olmayıb, baxın, burada R-də minən yoxdur. Burada isə U-da minən yoxdur. 2 versiya bax, buna tapmaq olmur. Ümumiyyətlə, heç birini tapmaq olmur. Cavab D variantıdır. Bəs 86-dan sual. Yaxşı, bunu da bildik. Getdik 87. 87 yazıb ki, əgər D R dayanacağında enibsə, D-nin R-dən mindiyi, baxın, ikinci versiyadır bu. P dayanacağında 2 nəfər enib. Hə, bu da düzdür. A ilə S 2 nəfərdir. Bu düzdür. Yenə oldu cavabımız A variantı. Sonra nə yazıb? Əgər ən çox yolda olan Y olubsa, ən az B olub. Ən çox yolda Y-nin olması üçün baxın birinci versiyadır. K-da minsin, K-dan bura kimi getsin. Burada bəs biz niyə bilmirik ki, ən az B-dir? Əslində baxırsınız ki, hə, B burada mindi, burada düşdü, ən azdır. Ən az B ilə yanaşı başqası da ola bilər axı. A da burada minər, burada düşər. A-nın harda düşdüyünü bilmirsiniz ya da S düşər. Sonra dəqiq deyil deyə bu qalır. Yəni dəqiq deyil. Ola bilər düz, amma dəqiq deyil. F B ilə mikroavtobusa yol getməyibsə, şunlar bu necə ola bilər? B minəndə gəl F düşsün. F gələ burada düşsün ki, bir yerdə olmasınlar. S-də B mindi, F düşdü. Y S-də eynəb. Şunlar hər ikisi burada eynə bilməz. Axı F burada düşübsə, Y-də necə burada düşsün? Biri o birinə bir dənə soru yenməli idi. Bu da getdi. Əgər S-də enən olmayıbsa, o hansı versiyadır? O uşaqlar S-də enən olmayıbsa, hər bir versiyada S-də enən var deyəsən. Yox, burada enən yoxdur. S-də enən yoxdursa, P dayanacaq enən olmuyor. Ümumiyyətlə, bu səhvdir. P-də çünki hər halda kimsə enib. Əgər B U dayanacağında enibsə, B U-da, hə, baxın bu versiyadır. B U-da enibsə, birinci versiyadır. R-də 3 nəfər, ümumiyyətlə 3 nəfər enən yoxdur. Yəni bilmirik daha doğrusu 3 nəfər endiyin. Ola bilər A ilə S burada minsin, burada düşsün. Axı bunu bilmirik, dəqiq deyil. Ona görə bu da bilinmir. Cavabımız A-dır ki, D-də 2 nəfər R minibsə, P-də 2 nəfər düşüb. Olduqca qarışıq sual idi. Uşaqlar, sualı olan, hətta 3də 3 yazan ölkədə çox az adam var. Kimə hansı hissəsi aydın deyil. Tamam, bunu bildik. Davam edək o zaman. Amma o birini yazmalıydınız. O birini izah edin dedim ki, uşaqlar, nəsə istəyirəm, bu düşəcək. Özə neçə dəfə də işləmişdik bunu. Kim yazmışdı bunun içində, düz?
Çünki uşaqlar hərflər də eyni saxlayıb. Düzdür, sözləri dəyişib. Məsələn, bizim işlədiyimizdə nanı soruşurdu, indi ananı soruşur. Bazarı soruşurdu, bir də nə bilim nəyisə soruşurdu. Taranı soruşur, zavodu soruşur. Hərflər də eyni qalıb. Sadəcə sözləri dəyişib. Ona görə də yazmalıydınız əslinə qalsa bunu. Nə yazıb? Taranı soruşur. Məsələn, tarana baxaq hərflərinə. Baxın T. İki rəqəmlərin içində T var. İki rəqəmlərin içində T yox. Deməli T bir rəqəmlidir. Amma baxın kvadratların içərisindədir. T nəyinsə kvadratı olmalıdır. Bir rəqəmli nəyinsə kvadratı 1 var, 4 var, bir də 9 var. Üçündən biridir. Sonra buradakılar kub kökü tam ədəd olmayanlardır. Yəni nəyinsə kubu olmayanlar. T-nı baxıram ki, T bunların arasında yoxdur. T deməli həm də nəyinsə kubudur. Həm nəyinsə kubu, həm də nəyinsə kvadratı olması üçün 4 ilə 9 kub deyil. Deməli T olmalıdır 1. Bura yazdıq 1-i. Sonra A-ya baxsaz. A-ya fikir versəz, yenə A bir rəqəmlidir. A yenə kvadratdır və yenə kubların içində yoxdur. Həm kvadrat, həm də kubların içində yoxdursa A yenə 1-dir. Bu A1-dir, burada 1-dir. Bir də burada baxın yazıb ki, eyni hərflər eyni ədədlərə, fərqli hərflər fərqli ədədlər yazmayıb. Yəni mümkün haldır ki, T-də, A-da hər ikisi 1 olsun. Daha sonra R-ya baxsaq. R baxın, yenə bir rəqəmlidir və kvadratdır, amma uşaqlar kub olmayanların içində var. Kvadratdır, kubu deyilsə onda 1 çıxdı sıradan. Çünki 1 kubdur. Qaldı 4 ilə 9. Və burada fikir versəz, 4-ə nisbəti tək olmayanlarda da R var. 4-ü 4-ə bölsəm, 4 bölünsün 4, o deyilir 1. 9-u 4-ə bölsəm, edir 2/4-də 1. Bu uşaqlar təkdir axı. Bu təkdirsə onda 4 ola bilməzsə, bu kəsirdir. Mənə nisbəti tək olmayan lazım idi. Çünki R burada var. Onda 9-u götürürəm. R oldu 9 və N. N baxın bir rəqəmlidir və uşaqlar 7-yə qalıqsız bölünməyənlərin içində yoxdur. Deməli 7-yə qalıqsız bölünür. Bir rəqəmli 7-yə qalıqsız bölünən nə var? Elə 7-nin özü. Deməli N da bərabərdir 7-yə. Yaxşı, N 7 olmalıdırsa, apardım yazdım yerdən 7-ni. O da eləyəcək 10, 17, 19 B variantı. Bəs bu 88 ilə bağlı sual olan? Nəyə fikir verməmişdim, yazsın mən buradan. 88-dən sual. Mənim orada fərqli hərflərin eyni rəqəm ola biləcəyini. Bax, onu neçə dəfə demişdim, oxuyun, eynidir, fərqlidir. Tamam, gəldik zavala. Zavalda A-lar 1-dir. Bir dəqiqə, bu ana tapdıqda artıq bu 1-dir, bu da 1-dir, bu da 7-dir, bu 9-dur. Zavalda A1-dir, burada 1-dir. Gəldik Z-ya. Hemen üstün silim Z-nı görək ki, orada nə var. Z-ya baxın. Z 2 rəqəmlidir, kvadratdır. Həm də uşaqlar kubudur. Baxın, kub olmayanların içində Z-nı görmək olmur. 2 rəqəmli kvadrat kub olan 64 var. 8-in kvadratı 4-ün kubu. Deməli, oldu 64. Sonra V-ya baxsaz. V yenə 2 rəqəmlidir, kvadratdır və kub deyil. Kvadratdır, kub deyilsə, mən mümkün versiya yazıram da 16 var, kvadrat, 25 var, 36 var, sonra 49 var, 64 getdi çünki kubdur, 81 var. Və fikir versəz, uşaqlar, V burada 81 də yoxdur. kubdur da müəllim deyil. 81 nəyin kubudur? İşte açardım. Tək kubu deyil axı. Uşaqlar, bu deməli 4-ə nisbəti tək olmalıdır. Çünki fikir verin, 4-ə nisbəti tək olmayanların içində yoxdur. 4-ə nisbəti tək olması zaten 25 bölünmür, bu bölünmür, bu da bölünmür. 16-nı 4-ə bölsəz 4 eləyir, cütdür, bu cütdür. Onda 16 çıxdı sıradan. 36-nı 4-ə bölsəz 9 eləyir, hə bu təkdir. Deməli bizim bu V neçə olmalıdır? 36. Sonra gəldik L-ya. L görək hardadır? L-ya da baxsaq. L da uşaqlar bir rəqəmlidir. Nəyinsə kvadratıdır, amma kub deyil. Kvadratdır, kub deyilsə 4 ilə 9-dan biridir. 4 ilə 9-dan biridirsə, və baxın, L yenə burada yoxdur. L burada yoxdursa, onda 4-ə nisbəti tək olmalıdır. Tək olmayanlar buradaydı. Onda elə 4-ün özüdür da. 4-ün özüdür ki, 4-ə bölündə 1 eləyib. 9 olsa ki, tək olmayanların içində olardı. Deməli, bu da 4-dür. 100 buradan, 6 da buradan 106. İndi bu 88-90 ilə bağlı sualı olan. Yaxşı, bunu da bildik. 91 mi deyirəm yazmışdınız? 91-də hansılardır?
Arı, cılız, sısqa. 92. 92 də uşaqlar ikinci cəhdə hazırlaşanlar bunu 3 dəfə işləyiblər. Bir dəfə özüm quizdə vermişdim, bir dəfə kursun quizində, bir dəfə də ki 2021-in sınavında. Yaza bilmişdiniz? Yenə səs soru yoxdur, özü eyni sualdır. Uşaqlar yazıb ki, 3-cü kurs tələbələrinin 1-ci kurs tələbələrinin sayı nisbəti 5-in 6-yadır. Yazdım burada. 3-cü kursun 1-ci kursa nisbəti 5/6-dır. 5/6. Sonra yazıb ki, 1-ci kursun 2-ci kursa nisbəti isə 5-in 4-dədir. 1-ci kursun 2-ci kursa nisbəti bu da 5/4 imiş. 5/4. Bunlarla bağlı verib ki, bu 3 kursda təhsil alanların cəmi sayı 100-dən çox deyilsə. Şöyle baxın, 1-ci kurs burada 5 götürmüşük. Burada isə 6. Axı mən nisbət verə bilmirəm burada. Çox üzr istəyirəm. 1-ci kursda orada 5, burada 6 götürmüşəmsə, mən burada nisbət verə bilmirəm. Gah 5, gah 6 ola bilməz. Bunları eyniləşdirmək lazımdır. 5 ilə 6-ya ortaq neçədir? 30. 30-u aparaq. 30-u 6-ya bölsən, bura 5 düşür. 30-u 5-ə bölsən, bura 6 düşür. Məxrəci eyniləşdirmirəm. 1-ci kursu eyniləşdirirəm ki, nisbət götürə bilim. Onda olacaq belə 30 da 25. Burada isə olacaq 30/24. Və fikir versiniz, uşaqlar, nə baş verəcək burada? Onda 1-ci kurs burada da 30 oldu. Axı 1-ci kurs olacaq belə 1-ci kurs olacaq 30x. Sonra 3-cü kurs 25, ikinci də 24. İkinci olacaq belə 24x. Üçüncü də olacaq 25x. Hamısını tapdıq da. Və toplam baxın orada 30, 24, 25 toplasız 79x olur. 79 vurulsun x. Bu deyir 100-dən çox deyilsə, 100-dən azdır. X onda neçə ola bilər? Ancaq və ancaq 1 ola bilər. Siz 1 verə bilərsiniz ki, bu 100-ü aşmasın. Çünki 2, 3 versiniz 100-ü keçəcək. Deməli, mən də burada bildim ki, x 1-dir. X 1-dirsə bu 30-dur. Bura 24-dür. Burada 25-dir. Toplam nə qədər tələbə var? 79 dənə. Bu 92 ilə bağlı bəs sual olan. Yaxşı, davam edirik. Gəldik 93-ə. 93-də bunu atdığım uşaqlar 2022-nin qəbuluna baxa bilmədi, amma qrupa atdım ki, buna baxın, gəlib birdən peşman düşər, peşmanlıq olmasın. Bu axırıncı dərsə düşən qəbul idi da. Və bu videoda var idi, onu izah etmişdim. Özü gəlib eyni sual düşüb. Baxanlar yəqin ki, yazıblar. Düzdür, Pifaqor teoremi falan bilmək lazımdır. Amma yəqin ki, Pifaqoru onsuz da burada qeyd edib. Başa düşdük ki, kvadratları cəmi pedamasa bərabər olmalıdır. Baxın, deyir ki, 56 metr hündürlüyü olan dirəyin ucundan 20 metr dirəyin ucuna məftil çəkilir. Bu olsun 56 metrlik. Bu bizim 56 metrlik dirək. Bir dəqiqə, buradan buranı birləşdirdik. Bir dənə də 20 metrlik dirək olsun. Bu da olsun bizim 20 metrlik dirək. Buradan bura məftil çəkilir. Məftil də çəkdim buradan bura. Yəni sonrasına baxarıq. Demək olar qeyd olunub ki, bu dirəyin 20 metrlikdir. Daha sonra bu dirək də 56 metrlikdir. Yəni burada yazıram 56. Burada 56 metrlik bir dirəyə basdırıb. Sonra deyir ki, burada dirəklər arasındakı məsafə 15 metrdir. Deməli, buradan bura kimi də 15 metrdir. Əgər bura 15 metrdirsə, onda buradan da bura 15 metrdir də. Bu dirəklər əyilməyib ki, eyni dirəklərdir. 15. Baxın, bura 20-dirsə, burada 20-dir. 56-dan bu 20-ni çıxsan, burada nə qədər qalacaq? 36. Burada olsun belə 90 dərəcə. Mən burada bir x qoyum. Onda şöyle Pifaqorun yazırıq. Orada yazıb ki, kvadratları cəmi, katetlərin kvadratları cəmi epidanıza bərabərdir. X-in kvadratı bərabərdir 36-nın kvadratı üstə 15-in kvadratı. Bu da nə edir? Bu da olur belə 1296 üstə gəlsin 225. Bu da tərəf-tərəfə toplasaq olacaq belə 1581. Düz oldu deyəsən, 1581. Bu da 39-un kvadratıdır. 39-un kvadratı. Deməli, x nəyə bərabərdir 39-a? Bizim çəkdiyimiz məftil 39 metr olmalıdır. Buradan sualı olan. Yaxşı, bəs sonra nə deyir? Deyir, dirəklər arasındakı məsafəni 12 metr daha çox olarsa, məftilin uzunluğu neçə metr artırılmalıdır? Tamam. 12 metr çox olsa, hal-hazırda neçə metrdir? Baxın, hal-hazırda 15 metrdir. 12 metr mən bunu uzatsam, olmalı 27 metr. Yəni, mən bunları burada bastıraq və görə nə baş verəcək?
Bu dirək yerində qalıbdı. Zaten bu 56 metr idi. Birini də burada basırdı, biraz artıq uzaqda. Və buradan bura məftil çəkdik. Bu məftilimiz deyir nə qədər uzadılmalıdır. Uşaqlar 15 metr idi. 12 uzatdımsa bura olacaq artıq 27 metr. Bura 27 metrdirsə mən buranı birləşdirsəm burada 27 metr olmalıdır. Eyni şeydir, eyni yoldur, məsafədir daha doğrusu. Bura 20 metr qalıb, bura 20-dirsə burada 20-dir, çıxanda burada 36 qalıb. Bura 90 dərəcə qoysam burada y-dir. 10 y-in kvadratı niyə bərabərdir? 27-nin kvadratı üstə 36-nın kvadratı. Bunu da bir dəqiqə kalkulatorla hesablayaq görə neçə idi? Bu 27, 36. Bu da 2000 uşaqlar, 25. 2025-də bu da 45-in kvadratıdır. Deməli, burada oldu 45. Əgər fikir versəz, bura 39 idi, burada 45. Bizə deyir ki, məftilin uzunluğu neçə metr artırılmalıdır? 39 idi, 45 olsa nə qədər artırılmalıdır? 45-dən çıxıram 39-u, bu 6 metr artırılmalıdır cəmsi. Buradan sual olan. Müəllim, mən bunun həll yolunu bilirdim, amma ki bu rəqəmləri orada hesablamaq biraz çətindir. Ona görə Bunu hesablamadım. hesablama olur, bunu hesablaya bilmədim. Məsələn, bunu mən də kalkulatorla hesabladım ki, görəsən neçə eləyir. 2025-i görsəz, bunu rahat onu öyrətmişdim ki, axır 25 ilə qutaranların kvadratını tapmaq olur. Məsələn, 2025, axır 25 axırında 5 var. 20-də 4 vur 5-dir, bu 45-in kvadratıdır. Bunu demişdim sizə. Amma ki, hesablamaq vaxt alır. Buradan sual olan. Sonra 94. 94'te oları bura hərfləyib yerləşdirmək. Şükür ki, bu asan düşmüşdü. Baxın, özümüzdən 3 dənə hərf götürürük. X, Y, Z. Aparıb yazırıq yerinə də. Ən çox birləşmə məsələn buradadır. Bunu X deyirəm, bu da X-dir, bu da X-dir, bu da X-dir, bu da X-dir. Sonra birlərə baxıram. Y, Z birləşdirmək lazımdırsa, məsələn, hər hansı birini tamamlayaq. Mən buranı tamamlayıram. Tutaq ki, bura olsun Y, burada olsun Z. Bu Z hamısı Z-dir də. Z. Bura Y, burada Y. Sonra X, Y isə bura Z-dir, burada Z-dir. X, Z isə burada Y-dir. Sonra bura X-dir, bura Y-dir, bura Z-dir. Onda mən burada X qoyuram, burada X-dir. X, Z isə burada Y-dir. Burada Y. X, Z isə bura Y, bura Y. X isə burada Z. Hə, biz artıq hər birini bilirik. Və sardan taparam buradan. 2 birincisi yuxarı tərəfi 3-dür. Və yuxarı tərəfi burada Z-dir, burada da Z-dir. Bu fərqlidir, bu X-dir, bu isə Y-dir. Yuxarı tərəfləri Z-lər eynidir. Onda Z-lər neçədir? Z-lər 3-dür. Eyni olanlar. Baxın, bunların sol küncdə nə baxsınız, hər ikisinin X-dir. Və baxsınız, burada da 2-dir. Onda X-lər də 2-dir, Y-də də 1 qalır. Onsuz başqa bir şey yoxdur yerdə. Nədir? ABC sırası ilə. ABC sırasıdırsa, ABC. X-a baxsaz, X üstünə Z-dir, Z 3 düşür. Y-ə baxsaz, Y S-dir. Baxın, burada da S-dir. S, Y, o da 1 düşür. Bir dəqiqə, S-yə Y düşür. Mən dəqiqə tərsinə baxdım. Birinci B-yə baxmalıyıq. B hardadır? A-ya 3 düşüb, Z-dir bu heç. B buradadır. B-yə X düşüb, B 2-dir. S-də 1-dir. Olacaq 2-1. Buradan bəs sual olan. Müəllim, burada məsələn X, Y, Z yox da ABC kimi eləsək çətin olacaq, hə? Çünki Qarışdıracaq. ABC-ni qarışdıracaqsan axı. ABC yazmazsan insan adın hərflərini yaz. N, E, G yaz, geçsin. Amma yəni o ABC-ni yazmadı orada. X, Y, Z-dən xoş gəlmir, başqa bir şey yaz. Hə, mən elə yazmışdım, ona görə də rəsəd çıxmışdı bu sualın. Çünki orada qarışdıracaqsan ki, hansı hərf hansıdır. Və gəldik 95. 95-də bəs nə baş veribdir? Buna baxaq. Bunu da biz sizinlə bina mərtəbə formasını yazmışdıq. Şəxslər idi. Bina müxtəlif mərtəbələrində qalmaları ilə bağlı. Yenə kursun axırıncı quizlərindən birində idi. Yaxşı, gəlin görək bəs burada nə baş verib. Deyir ki, bunlar sadəcə bina mərtəbə əvəzən hal-hazırda sinif şagird. Hətta bunlar da eynidir. 4, 5, bunlar da eyni saxlayıblar. 4, 5, 6, sonra 7, sonra 8, 9, 10 və 11. 10, 11. Bunlarla bağlı verilibdir ki, hansı sinifdə oxuyurlar, bir də nə sektorudular. Azərbaycan, Rus, İngilis və s. Mən bunları oxusam, nə yazıb burada?
H4-cü sinifdə Azərbaycan bölməsində, H4-cü sinifdə oxuyursa Azərbaycan bölməsində qeyd edirik. 10-da oxuyan və 6-da oxuyan A, bunlar hər ikisi ingilis bölməsiymiş. Burada ingilis. 10-da oxuyan da bilmirəm ki, amma ingilis bölməsidir. 7-də oxuyan və 11-də oxuyan D Azərbaycan. Bu Azərbaycandır və 7-də oxuyan kimdir bilmirəm, bu da Azərbaycandır. Rus bölməsində təhsil alan 3 nəfər. Şunlar 3 nəfər deyirsə burada. Elə 3 nəfər hansılardır? Baxın, 5-ci sinifdə 8, 9. Burada Rus, burada Rus, burada Rus. Yazıb Rus bölməsində təhsil alan 3 nəfərdən biri 5-ci sinifdə oxuyan F-dir. 5-ci sinifdə oxuyan F-i qeyd elədik bura. G ingilis bölməsində oxuyursa, ingilis ancaq burada ola bilər. Bizə deyir ki, hansı düzdür, hansı səhvdir. Yaxşı, bunları bildik. Hansı düzdür, hansı səhvdir deyirsə və bilinməyəni soruşursa, görək nə qeyd edib burada. G 10-da oxuyur. Hə, bu 100%-dir. Əgər fikir versəz, G-nin 10-cu sinifdə oxuduğunu garanti deyə bilərəm mən. G 10-da oxuyur, bu mütləq doğrudur. A variantı. B Rus bölməsində, axı Azərbaycanda boşdadır, bu da ola bilər. Bunu bilmirəm. 9-da oxuyan Rus bölməsində, 9-da oxuyan düzdür Rus bölməsidir. Bu düzdür C. Sonra C ingilis bölməsində nə yazıb orada? C, hə, ingilis bölməsində. Şu ingilis bölməsi qalmayıb yerdə. Necə oxusun orada? Bu səhvdir. B 7-də, axı 9-da və ya 8-də də oxuya bilər. Daha doğrusu 8-də yazıb. 7-də və ya 9-da da oxuya bilər. Ümumiyyətlə bu bilinmir də. O da olacaq A, C, D, B və Y. Bu da oldu 95. Başqa uşaqlar sizin bu qəbul imtahanı ilə bağlı sualı olan. Belə ümumiləşdirsək, gəlin görək nə qədər təkrar sual düşüb. Bir dənə saysaq, deməli bu 1 təkrar, 2, 3, 4, bu təzədir. Bunlar da təzədir. 5, bu da təzədir. 5, bunlar təzədir. Bu təzədir. Bunlar təzə suallardır. Hə, bu təkrardır 6. 7 amma dəyişiblər 8. Bunlar da təkrardır. 8, 8. Təkrar. Bu ekskavator təkrardır 9. Bu təkrardır 10. Bu da təkrardır 11. 3 dənə mətin 14. Bir də 92, 15. 16. 17 dənə təkrar sual var. 17 dənə yəni işlədiyimiz təkrar sual var. Bəziləri də asan idi. Yəni hardasa minimum 30 dənə falan yazmaq olardı. Əgər imtahan hər şey düzgün olsaydı. Nə bilim yağışı falan kənara qoysaqdı, stres falan yaxşı olmasaydı, yəni yaxşı vəziyyətdə olsaydınız, gerisi də artıq qalıb sizin özünüzə ki, vəziyyət nə yerdədir. Buradan sualı olan. Müəllim, Bəli. dövlət qulluğundan sual salmışdılar bu dəfə bizə, yoxsa Hə, ancaq özü salmışlar. işlədilər? Baxın, sonra dövlət qulluğunun qəbul suallarını deyim də burada düşən. Biri bu qatlanma sualıdır, 74. Bir də var idi. 74, biri də 59. Bunlar sizə dövlət qulluğunun qəbul suallarıdır. Ona görə mən deyirdim ki, onları işləyin, gəlib yenə salacaqlar. 2 dənəsini salmışdılar. 3 dənə müəllim, biri də Bir- Aysu ilə Bikə var idi. Hə, Aysu Bikə düzdür. O da 3. O Aysu Bikəni bir dənə elmlərdə axırıncı qrupda izah elədim. O da elə belə vaxt qaldı deyə izah elədim. Gəldi düşdü. O da biraz bəxt məsələsidir. Mən yəni ona əvvəlcədən bilsəm belə hamiyə izah edərdim. Elə eyni sual izah eləmişdim. Elmlərdə axırıncı 4 qrupuna gələnləri 6-cı gün. Gəldi o da düşdü. Təsadüfən. 3 dənə düzdür. Dövlət qulluğunun qəbul sualı var. Burada əgər bir sualımız yoxdursa keçək. İnşallah ümid edirəm ki, 3-cüdə. Bir də 3-cü ilə bağlı çox soruşursunuz. Həqiqətən mən falçı falan deyiləm, amma belə bir şey deyim. 3-cünə mən 1-ci və 2-cidən çox da fərqlənəcəyini düşünmürəm. Niyə? Çünki çox asan olsa, Naxçıvandakılar, nə bilim Gəncədəkilər, Lənkərandakılar imtahana girə bilmir.